xətakar sözü bilsən ki, mən nəyə deyilir? O söz özü düz söz deyil. Yəni xəta eləyə bilərlər. Hə, xəta edə bilər başqa məsələdir. Xətakar, bilsən nə deməkdir xətakar? Yəni bir peyğəmbərin məndən bir fərqi yoxdur. Mən də tez-tez xəta eləyən bir adamam, o da tez-tez xəta eləyir. Xətakar bu deməkdir. Tez-tez xəta eləyən adama deyilir xətakar. Heç kimsə peyğəmbərlərə xətakar deyə bilməz. Heç kimsə deyəməz. Çünki bu sözün altında duran şey onun səhər, günorta, axşam xəta etməsi deməkdir. Bu küfürdür, bu problemdir peyğəmbərlər üçün. Peyğəmbərlərdən biz deyirik ki, peyğəmbərlər xəta edə bilər. Və biz bunun Quranda aşkar nümunələrini görürük. Musada, İsa'dan başqa. Bütün peyğəmbərlərdə biz bunu görə bilirik Quranda. İsa'da, İbrahim... Bu aşağıda bir də üzr istəyirəm. Sən kimsən ay bala? Bu Nicat Müslüm kimdir? Tanıyırsınız bunu? Sən danışığımı bilmədin, nə bilməsən, vəbşə vızqır da mənim zanlımla imkan varsa. Bir yandan sən qatıqlayırsan, bambıl heç bilmirsən nə danışırsan. O strafı. Yox, sənə kim çağırıb bura vəbşə ümumiyyətlə. Bas bayra buradan vəbşə. Sən başa düşsən, öyle tərbiyəsi adam deyil. Qatıqdır ya, qatıqdır, bir yandan bilmir nə danışır, ağzına nə gəlir danışır. 5 dəfə ona da danışmadım. Görürsən, normal söhbət edirik burada. Girirsən, burnunu soxursan girməyən yerə. Hə, buyur əxi, buyur, davam et. Bizdə qəbul etdiyimiz mücadilər, sən əslində özün bilirsən, prosto niyə indi belə aparırsan deyə mən bilmirəm. Bizdə peyğəmbərlər risalət məqamında, ümumiyyətcə təbliğ məqamında xəta imkansızdır onlara. Çünki Quranda ayə var. Bu Quranda ayə var. Təbliğ məqamında onun xətası mümkün deyildir. Amma təbliğ edilməmiş, endirilməmiş bir vəziyyətdə bir əməl edər, Allah Teala onu xəta olaraq dəyərləndirərsə, kitabda tənqid eləyərsə, bu o deməkdir ki, bu barədə ona xəbərdarlıq gəlməmişdi. O özü qərar verdi, özü. Yəni vəhiydən asılı olmayaraq, şəxsi ağlı ilə, yəni gözəl ağlı ilə, təbii ki, onun da ağlı gözəl. Onun verdiyi əslində o qərarlar var, o qərarlar çoxlar bizə Allaha görə xətadır. Bizim özümüzə görə o çox gözəl bir qərarlardır. Yəni xəta sayılmaz onlar. Məsələn, Peyğəmbər sallallahu aleyhi və səlləm Bədir əsirlərini fidyə müqabilində azad elədi də, insanları öldürmədi, əsirləri öldürmədi. Fidyə müqabilində bu pis əməldir ki, pis əməldir bu. Yox, yaxşıdır. Qəşəng əməldir, gözəl əməldir. Amma Allah Teala bunu xoşlamadı. Allah Teala dedi ki, bir peyğəmbərə yer üzərində çoxlu kafir öldürmədikcə onları fidyə müqabilində sərbəst buraxması ona yaraşmaz. Allah bunu xəta olaraq dəyərləndirdi. Amma bu o demək deyil ki, burada peyğəmbərdə belə düşük xətalar olub. Haşa. Belə şey yoxdur qardaş. Yəni kitabda məsələn Musa haqqında, Musa əleyhissalam əli ilə vurdu, davanı aralaşdırmaq məqsədi ilə əli ilə birini vurdu, öldürdü. Bu günahdır adam öldürmək. Amma Musa bunu bilərək mi etdi, xəta mı etdi? Bu məsələ var da, başa düşdün nətər? Musa burada qəsdən adam öldürməyə qəsd eləmədi ki. Abi sənə bir dənə sual verim. Bir o qohumunu müdafiə eləsin, qövmünü müdafiə eləsin. Vurdu, əli ağır idi, adam öldü. Hər şillədən adam ölmür ki, bu öldü də bu. Abi bu hədisi oxumusan, sən babası. Nəticə etibarilə adam öldürmək günahdır nəticə etibarilə. Amma Musa bunu bilərək etmədiyi üçün bu xəta edə bilər mənasına gəlir. Abi sənə bir dənə sual verim. Bu hədisi oxumusan, səhv eləmirəmsə Buxaridə keçir. Deyir Allah Rəsulu yolla gedir. Deyir ki, görürlər ki, xurma yığını vaxtıdır. Deyir ki, çarpazlayın, xurma əkirlər. Yaxşı məhsul götürəcəksiniz. Gələn gen də Allah Rəsulu oradan keçəndə deyir ki, bəs ya Rasulallah, sən demişdin çarpazlayın, yaxşı məhsul götürəcəksiniz. Mən deyir, biz çarpazladıq, qurudu da bütün ağaclar, bankrot olduq. Allah Rəsulu deyir ki, mən də bəşərəm, xəta eləyə bilərəm. Yəni bu hədisə münasibəti necədir? Bu hədisdə 2 dənə rəy veriblər bu hədisə. Elə bil bu Allah Rəsulu Mədinəyə gələndə o Mədinəlilər xurma ilə məşğul olurdular da, xurma ağaclarına bilsən də onlar xurma ilə dolanırdılar. Allah Rəsuldan Məkkədən gəlmişdi, o xurmanın necə yetişdirildiyini heç bilmir. Xurma necə yetişdirilir, necə başa gəlir.
Mədinəlilər də bir ağaca çıxıb düşürlərmiş, onu tozlandırırlarmış belə deyək. Ay sağ ol, çarpazlandırma. Peyğəmbər sallallahu əleyhi və səlləmin onlara ağa belə etməyin deməsi onların nəzərində elə başa düşürlər ki, bu peyğəmbər bunlara qadağan elədi. Başdı. Sonradan da gəlib Başqa şeydir, sən başqa şeydir. yox bilirəm. Bu rivayətin iki halı var. Yox, Sən bu rivayəti səhih kimi qəbul edirsən, çünki burada peyğəmbər artıq yalan danışır. Rivayəti səhih kimi qəbul edə bilirsən deyə bir qayda yoxdur. Bir rivayət səhihdirsə səhihdir. Qəbul edirsən nədir? Yəni burada peyğəmbər yalan danışmayıb qardaşım. Böyük günah. Peyğəmbər niyə yalan danışmır? Peyğəmbər sallallahu əleyhi və səlləm onlara deyib ki, belə etməyin. Onlar Sən deyirsən, gedirəm səninlə maşın almağa, bax, sən qulaq as mənə. Sən aparıram bazara. Deyirəm ki, Alparslan, məsələn, bu BMW-ni götür, X5 bombadır da, konkret, yaxşı maşındır, gözəldir. Amma maşından başım çıxmır. Sənə aldırıram, maşını aparsan ustaya, usta deyir ki, bunu apar ver Dərnəgüldə metalloma. Mən artıq burada xəta eləmirəm, mən konkret yalan danışıram. Peyğəmbər orada nə yalan danışmış? Yalandan deyib ki, bunu çarpazlayın, yaxşı olacaq. Gələn meyvələr quruyub bankrot olub da cəmaat. Orada sən hər ümumiyyətlə orada çarpazlama söhbət getmir axı. Şeyində o çarpazlığın bilsən nə mənada gedir? Yəni tozunu çırpın. Bu mənada deyirəm sənə. Yox, orada nə söz getmir. Oxumuşam qardaşım, hədisi oxumuşam. Orada elə keçmir. Mənbəsi yadımda deyil. Onları peyğəmbər, onlar ağaca yox, elə deyil. Sən oxumam. Onlar ağaca çıxıb düşürlərmiş, ağacı tozlandırırlarmış. Peyğəmbər sallallahu əleyhi və səlləm deyib ki, düşün. Eləməyin. İşte onlar bu mənada qəbul ediblər. Sonra bir il keçib, onlar gəldilər ki, yarısa bizim ağaclarımız meyvə vermədi. Ay sağ ol. Ay sağ ol. Deyirsən bizə bunu qadağan elədin. Allah Rəsulü nə deyir? Deyir, mən də bəşərəm, xəta eləyə bilərəm. Düzdür. Allah Rəsulü deyir ki, bax belə deyir. Deyir ki, siz dünya işlərində məndən daha yaxşı bilərsiniz. Dünya işlərində. Başa düşürsən, ağac işində məndən daha təcrübəlisiniz. Öz bildiyiniz kimi edin. Mən də bəşərəm, xəta eləyə bilərəm. O sözdə keçir axı. Burada yalan, bütün yalan danışmaq. Nə bilim valla, sən onu yalan saymırsansa heç nə qorxma. Burada yalan danışmalı nə var ki? Əzizim, yalandır da qardaşım. Bu xəta deyil, bu xətadan çıxır. Bax qardaş, deyirəm ki, burada nə yalan danışır peyğəmbər onlara? Deyib ki, düşün aşağı, lap sən deyən kimi deyirəm də. Onlar da inanıblar, düşüblər aşağı, tozun almayıblar. Başa düşsən? Gələn də gəliblər ki, ya Rasulallah, sən dedin düşün aşağı, biz də düşdük. Bar vermədi axı. Məsəl üçün Lord dildə deyirəm də, bankrot olur. Peyğəmbər deyib düşün aşağı, düzdür? Düşün aşağı. Bunlar niyə oradan başa düşüblər ki, peyğəmbər bizə peyğəmbər kimi əmr eləyir ki, şəriət olaraq əmr eləyir? Yaxşı, Allah Rəsulu orada nə demək istəyirdi? Yaxşı, sən mənə izah elə. Düşün nə mənada deyirdi? Mən deyirəm, yəni bunu bir oturub düşünmək lazımdır ki, yəni burada peyğəmbər sallallahu əleyhi və səlləmin onlara qadağan etmək istədiyi nədir? Və yaxud onların peyğəmbərə anlamaqları nə deməkdir? Necə anlayıblar peyğəmbəri? Elə insanlar var ki, peyğəmbərin belə deyək də addımını ölçüblər, məsələn peyğəmbər bura qədər getdi, burada namaz qıldı. Düşüb orada namaz qılıblar. Ki peyğəmbəri mən burada namaz qılan gördüm, mən də burada namaz qılıram. Amma peyğəmbər insanlara belə şey əmr etməyib, baxın mən sən get orada, mən düşmüşəm orada namaz qılmışam deyə sən də orada namaz qıl. Baba, abi sən də misal gətirim. Bax, Beyyət Rizvan var, hicrətin 6-cı ili. Allah Rəsulunun ki, ağacın altında beyyət elədilər. Sana söz və qüvvət vermək istəyirəm. Misal üçün, gəldilər Peyğəmbər beyyəti ki, təzələdiyi sahabələrdən. Tövbə surəsi 100-cü aya nazil oldu, Hüdeybiyyə sülhündə. Məsələn, Allah Rəsulundan sonra insanlar təbərrük niyyəti ilə ağacın altında gəlib namaz qılırdılar, düzdür? Ömər İbn Xəttabın dövründə Ömər dedi ki, bu insanları şirkə aparar, ağacı kəsdi oradan. Oxumusan da onu? Məşhur rəvayətdir. Kəsdi ağacı kökündən atdı qırağa ki, karoçi bu bidət gətirir. Bu başqa bir məsələdir. İndi o Ömərin öz düşüncəsi idi, nəyə görə eləyib, mən o işə qarışmıram. Amma burada söhbət Peyğəmbərdən gedir, Allah Rəsulundan gedir. Başa düşsən, mən bunu demək istəyirəm. İndi deyirsən, orada da düşünmək lazımdır. Allah Rəsulü sallallahu əleyhi və səlləm şəriət elmlərində, vəhiy məsələsində bunlarda mahir bir adam idi. Amma dünya işlərində Allah Rəsulü sallallahu əleyhi və səlləm bilməyə bilər. Məsələn, elə Xəndək döyüşünü götürdülər. Xəndək döyüşündə Allah Rəsulü şəhəri necə müdafiə edəcəyini bilmirdi. Yəni burada təəccüblü bir şey nə var ki?
Yəni bilməli idi Allah Rəsul şəhəri necə müdafiə edəcəyini. Xəndək döyüşündə, Əhzab döyüşündə sahabelərlə məşvərət edir. Salman Farsi deyir ki, Xəndək qazın. Hər şeyin yaxşısını o bilmir, yəni. Yəni burada məşvərətdir. Burada bir şey yoxdur, amma Niyə edir məşvərətdə? Ay, hər şeyi bilən bir adam niyə görə məşvərət edir? Qardaşım, mən demirəm belə elə. Mən deməyim odur ki, Allah Rəsulu məşvərət edir, qərar verir burada. Başa düşsən, qərar verilir. Qərar xətalı ola bilərdi, məsələn, verdiyi qərar. Bax, bir də bizim etiqada görə Allah Rəsulu heç bir yerdə xəta eləməyib. Bunu qoyduq bir kənara. Bununla danışmıram mən. O xurma məsələsi mənə çox qaranlıq qalır. Ay, Bəhruz, deyirsiniz, siz deyirsiniz, söz olaraq deyirsiniz ki, Allah Rəsulu sallallahu aleyhi və səlləm mümkün deyil ki, xəta etsin. Bunu deyirsiniz. Bunu deyərkən, əslində siz burada özünüzü çətinə salırsınız. Məsələn, bax, Qur'anilər həmişə sizi bu nöqtədə sıxırlar. Gətirirlər Qur'an-ı Kərimi açırlar, 50 yerdən sizə Peyğəmbərin xətalarını göstərirlər. Peyğəmbərlərin xətalarını göstərirlər, sizi sıxırlar. Siz deyirsiniz, bunu başa düşdüm, deyirsiniz, amma bunun arkasında dura bilmirsiniz. Hansı mən? Məsələn, sən elə bilirsən ki, bütün şia alimləri hamısı ittifaq edir ki, Peyğəmbərlər xəta edə bilməz. Yox, o ittifaqı qoyduq qırağada. Misal üçün, o bilirəm. Şeyx Saduq deyir ki, mən Peyğəmbərin xətalarına kitab yazaram. Salam aleyküm. Cumhur nə deyir qardaşım? Cumhur deyir, deyirəm ki, desin. Mən başa düşdüm, desin. Amma aleyküm salam qardaş. Desin. Dediyinizin arkasında dəlilləndirə bilmirsiniz. Məsələ budur. O dəlilimiz də var yetərincə. Nəsə? Başa düşdüm da. Dəlilimiz var, nə yoxdur ki? Hər bir şey. Dəlilim var ancaq yetərincə. Mücahid qardaş, icazət olarsa mən Alparslandan Bir dənə Asım müəllimlə salamlaşım, ver sualını. Necəsə Asım müəllim, xoş gəldiniz. Bu qardaş sualını versin, əlavə edin. Məndən bura qədər Asim qardaşa ver sualını. Yo, mən sizdən soruşmasam, siz dediniz bəzi şeyləri ona görə. Buyur, deyilən, yaxşı, deyilən. Siz dediniz ki, Peyğəmbərin dövründə olsaydıq, ixtilaf olmazdı aramızda. Amma elə öz mənbələrimizdə gəlir, bizdə də gəlir. Müasir əhl-i-sünnə alimlərindən də qeyd edənlər olur ki, Peyğəmbər kağız qələm istədi. Siz deyir, filan kəsli biz deyə bəhman kəs, dəxli yoxdur. Kimlərsə deyib ki, ehtiyac yoxdur, Quran bizə bəsdir. Bu ixtilaf deyil. Peyğəmbər həyatında. Elə orada çox uzağa getmə. Elə İmən o hədisin özündə orada ixtilaf edən Əhlül-Beytdir. Əhl-i-Beytdə ixtilaf eləməyib bax. Gətirəsən Yəni hədisin. kağız qələmin gətirilməsini Peyğəmbər istəyib. Bir dəftə də deyib gətirməyib. Peyğəmbər istəyib, Peyğəmbər istəyib. Əhlül-Beyt ixtilaf eləyib orada. Əhl-i-Beyt siz kimi nəzərdə tutursunuz? Orada Abbas və Əli radiyallahu anhular ixtilaf eləyiblər. Onlar ixtilaf eləməyib axı. Eləyiblər. Yəni kağız qələmin gətirilməsini istəməyənlər bunlar olmayıb. Hətta İbn Abbas ağlayıb deyib ki, Bir dənə üzr istəyirəm qardaşım. Bir dənə gəlin Asım müəllim danışsın o barədə, qulaq asaq. Hə? Ya mən bir dənə də sual Alparslana vermək istəyirdim. Yəni Asım müəllimə Fərqi nədir? Asım müəllim cavab verəcək. Sual verdim. Alparslanın cavabı mənə maraqlı idi. Təzir nə adiyyəti var qardaş? Eyni cavabı məndən də alasan, ondan da alasan. Etiqad deyil. Fərqi çoxdur. Alimlər arasında, o boyda alimlər arasında. Alparslanla sənin şəxsi prinsipin var bə? Yox, sadəcə dedi. Ona görə, yəni o Fərqi nədir yəni? Asım müəllim Alparslandan da elmli qardaşdır. Qoy cavab versin də sənə nə fərqi var? Alparslan argumenti nə idi ki? Deyirdi ki, ixtilaf sahabelərə izləsəydi ixtilaf eləməzdik. deyir ki, Peyğəmbərin dövründə yaşasaydıq, Peyğəmbərin dövründə bizim aramızda olan ixtilaf indi olmazdı. Halbuki görürük ki, o vaxt. Yox, Peyğəmbər sallallahu əleyhi və səlləm səncə misal üçün də bu həmin kitab qələm hadisəsində oradakı ixtilaf səncə dinin üsulunda olacaqdı, yoxsa hansısa furularında? Yox, fərqi yoxdur. Yəni ki, ixtilaf da indi böyük kiçili oturub bunu çox uzatmaq olar. Ümumiyyətlə ixtilaf varsa, Peyğəmbərin sözü üstə söz gəlirsə, ixtilaf varsa bu böyük kiçik, yəni o qədər də mühüm deyil. Çünki Allah özü deyir Peyğəmbərin sözündən çıxmayan, yanında sözü qaldırmır. Qoy mən deyim, Müntəzir məndən soruşdu, qoy mən deyim, Müntəzir. Sənin dediyin mənalarda ixtilaf Peyğəmbərin dövründə də olurdu. O başqa bir ixtilafdır. Bir də başqa şəri ixtilaf. Yəni etiqadı bağlayan. Özün ixtilaf deyil, Peyğəmbər özündən sonra bir şey saxlamaq istəyir ki, o mühümdür, nəinki o məsələ eşitsək Müntəzir, o məsələ bizim axirətimizi həll eləmir.
O məsələ Həll eləyir. artıq Çünki sən peyğəmbər bir şey. səbir ol da. Yəni 23 il din enib, 23 il din elib, yəni axırıncı gecəyə çox mühüm bir şey qalmayıb yəni. Yəni o Ola bilməz ki, yəni 23 il din çatdırılmayıb, bu gecə çatdırılacaq şey bütün məsələləri həll eləyəcəkdir. 23 ildə də ixtilaflar olub da, mühüm nöqtəsi də axırda o olub ki, Müntəzir. yəni deyir, Peyğəmbər sallallahu əleyhi və səlləm o sizin iddia etdiyiniz şeyi çatdırmışdı da qardaş. Demirsiniz Qədirxumda çatdırdı, ondan qabaq da Tabuk döyüşündə çatdırdı. Çatdırmışdı yoxsa yox? çatdırmışdı. Şimdi əgər yəni sən deyirsən ki, Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, sizə elə bir şey deyəcəm ki, ondan sonra ixtilafa düşməyəcəksiniz, düzdür? Yəni biləcəyiniz şeyi deyəcəm, yəni sizə çatdırmışdı axı. Çatdı Ayşə. Bax məsələ də budur ki, orada dediyi məsələ tarixdən yəni bizə gəlib çatan səhabələr neçə min nəfər olub da, düzdür? Sonra bəzilərindən soruşublar ki, orada nə məsələ idi? Onlar da yarımçıq qeyd ediblər. Deyiblər ki, belə bir söz dedi, ardı yadımda deyil. Deməli yazmaq mühüm imiş sonda. Peyğəmbər istəyib yazar. Neçə minin içərisində çatdırdı, yəni şey olmadı, adına deyək, ixtilaf olmadı. 3 dənə İxtilaf olub ki, Peyğəmbər axırda deyir ki, kağız qələm gətirin, yazım ki, arazda bir yazı olaraq qalsın. Yəni bu sənin iddiandır da. Yəni bax Peyğəmbər Mənim sallallahu iddiam deyil, yəni ağıl bunu deyir də, mən söz olaraq deyə bilər bir-iki söz dedi. Yaxşı, ağılla bir dənə sual verin də sən, ağılla sual verin. Bir kişi çıxıb deyir ki, mən özümüzdən deyək də, Tabuka gedəndə dedim ki, Əli bizim mənbələrlə deyirsiz də, Əli məndən sonra xəlifədir. Aydındır, bu da nə qədər adamın içində deyil. Düzdürmü? Əlican gəlib qoşun qabağında soruşub ki, ya Rasulullah, biz mən getmirəm. Aydındır. Mənzilət hədisini deyirsiniz də. Peyğəmbər sallallahu əleyhi və səlləm bunu deyib, bu səhabələr nə sirdirsə, hoşunda vecdanını almayıblar. Kişinin sözünü salıblar yerə. Aydındır. O ilk olmayıb yer gəlmiş. Sonra biraz keçibdi, ondan sonra Qədirxumda da deyibdi, düzdür? Bu kişinin sözünü, yenə sözünü yerə salıblar. Sonra da ölüm ayağında yataqda deyib ki, bu dəfə qulaq asacaqlar. Belə yəni oradan bunu məntiqlə götürsənsə, qulaq asacaqlar deyə deməyib onu. Siz oradan o cür niyə çıxarırsınız? Yəni söz olaraq deyib, dəfələrlə bunu, yəni belə deyək də, bir dəlil sübut olaraq özündən sonra qalsın deyə yazmaq istəyib onda. Çünki söz olaraq ondan qabaq da Üsamənin ordusuna qoşulmağı deyir, düzdür? Bəhanə gətirirlər ki, bu cavan uşaqdır, ondan yaşlılar var filan. Peyğəmbər deyir ki, atasının da vaxtında, onun atası Üsamənin atasını bir dönəm təyin edib. Oradan fikirləşsən ki, Peyğəmbər sallallahu əleyhi və səlləm elə kişi idi ki, o söz deyirdi. Sahabelər yəni nə edirdilər? Vecini almırdılar da bunu. Olmayıb, sizdə yaxşı. Cümə surəsində ki, səhv eləmirəmsə, gəlir cümə namazını tərk ediblər, qaçıblar ticarət karvanının dalıyca, düzdür? Allahın vacib buyurduğunu tərk edib karvan dalıyca qaçan sizcə Peyğəmbərin sözündən çıxmaq? Yaxşı. Cümə cüməsini eləyirsən də, Peyğəmbər sallallahu əleyhi və səlləm, əgər sən oradan Quran sözdən çıxmağı deyirsiniz, onu deyirəm. Qardaş, sözündən çıxıb sahabelər də adam olublar, tələsiblər. Onların arasında da hamısı bu bir haqq qazandı. Bilirsiniz, əgər kiməsə haqq qazandırır. Orada məntiqlə belə götürsün. Bax, ümumiyyətlə buradakı digər qardaşlara da sual verirəm. Sizcə Peyğəmbər sallallahu əleyhi və səlləm o cür kişi olubdu. Yəni bu boyda cəmaətin içində deyib bunu veclərini almayıblar. Sonra yenə deyib, onlar yaxşı, mən bunu deyirəm. Çox üzrdən ayrılıram. Kağıza yazım, ondan sonra bu dəfə qulaq asacaqlar. Yəni bu da oradan yəni indi baxın. Ayələrin nazil olduqdan sonra məsələ budur ki, o insanın özünün nüfuzda olmağı məsələdir ki, bizim söhbətimiz qarşısındakı insanlardan gedir. Müntəzir. O cümə ayələri nazil olduqdan sonra səhabə bir daha cümə namazını tərk edib, gedib bazara. Onlar tərk eləmişlər ki, onlar haqqında gəlmişdi. Nazil oldu, nazil oldu. Allah da qınadı da qardaş, Allah da qınadı. Onlar da tövbə elədilər. Nə oldu? Növbəsi haqqında siz deyirsiniz də tövbəli. Bir dənə də bilsinədir. Cümə namazını tərk edən olub, eşitmisən, ondan sonra olub belə. Qardaş, Peyğəmbər sallallahu əleyhi və səlləm Allah Quranda deyir ki, Asım qardaş, bir dənə siz söz dediniz ki, elə kişi olur ki, onun sözü tərk oluna. Bax, siz məsələn alim adam. Yəni siz Peyğəmbər sallallahu əleyhi və səlləmin bu maraqlı bir mövzu gedir. Mübahisə eləmək istəmirəm, yorğunam, özüm də halım da yoxdur. Amma ümumən məntiqlə Peyğəmbər sallallahu əleyhi və səlləm belə kiçik xəta eləyə bilməz, özdə arada bir. Amma Peyğəmbər sallallahu əleyhi və səlləm bu belə peyğəmbərdir, gəlibdi. Abi söz deyir, bunu vecinə almırlar. Yəni bunu qəbul edirsən, amma birisini qəbul etmirsən. Yəni yox, yaxşı, mən icazə versəm deyim.
Məntiqlə çatır. Bax, bir dənə nüfuzlu bir şəxsdir, nüfuzlu bir adamdır, peyğəmbər olmasın. İndi dövrümüzdə bir nüfuzlu alim olsun, hər kim olsun. Bir söz deyir, düzdür. Kimsə buna əməl eləmirsə, bu onun nüfuzsuz olmağına gəlib çıxmır. Qarşısındakının cahil olmasına, yaxud da nə bilim, səhlənkar olmasına, ona gəlib çıxır. Peyğəmbər O sallallahu əleyhi və qədər səlləm. adam var, Allahı qəbul eləmir. O Allahın acizliyidir. Qardaş, Peyğəmbər sallallahu əleyhi və səlləm Allah Subhanahu Bir şəxs Allahın nə qədər var da kafir. O Allahı qəbul eləmir. Düzdür? Peyğəmbər ona deyir, Peyğəmbər o sallallahu əleyhi və səlləm. Qulaq as, sən deyirsən də, hə, tamam başı. Sən indi adamlarla müqayisə. Peyğəmbər sallallahu əleyhi və səlləmdir. Qardaş, Peyğəmbər sallallahu əleyhi və səlləm Allah Subhanahu Quranda onun yanında səsi qaldırmayın deyir. Onun icazəsi olmadan getməyin deyir. O bir söz deyəndə onun sözünün üstünə söz demək olmaz deyir. Aydındır? Və biz sahabələrin tarixini də oxuyanda görürük ki, yəni əgər ancaq sahabələr barəsində oradan-buradan tapıb belə pis şeylər gətirirsiniz, amma sahabələrin həyatını oxuyanda tarix bu sizin öz kitablarınızda da gəlir. Biz niyə tapırıq? Bizim öz kitablarımızdan, Məsələləri bir-bir danış. O Bir danışıram. Qardaş sual verir, mən də o suala uyğun deyirəm. yox, dedimdə dinlə sən dediyin sualını. Adam danışır, sən dinlə sonra Arifaslan sən danışma, onlar ikisi danışırlar da qardaşım. İkisi bilirəm danışırlar. nə qədər dinləsin, mən də istəyirəm danışıq alın. Qardaş, Onlar ikisi danışırlar. Bu danışsınlar ha. Peyğəmbər sallallahu əleyhi və səlləm, Peyğəmbər sallallahu əleyhi və səlləm, hətta sahabelər, yəni Məkkə müşrikləri gedib onun haqqı, onun sahabəsinin ona ehtiramını görəndə deyir adam, yəni dəstəmaz aldığı suyu qoyub çəkiləndə deyir, o suyun üzərində dava edirdi sahabelər ki, kim o suyun qalğından dəstəmaz alacaq. Deyir, hətta tüpürəndə yerə yığışırlar ki, onu tüpürcəyinlər vursunlar. Deyir ki, yəni Məkkə müşrikləri gəlib anlatdılar ki, biz nə deyir şahların yanında, nə deyir padşahların yanında, imperator yanında biz bu qədər təzim olunan adam görməmişik. Aydındır? Bunu kim rəvayət edir? Nə qədər dəqiqdir o? Səhih hədislərdədir qardaş. Bir dənə zəhmət olmasa deyəm. Bir dənə çox istəyirəm. Bunu bir dənə soruşum. Bir dəqiqə, yox, bir dənə sözümü deyim, mən sözümü deyib bağlayıram mikrofonu bir də. Deyirsən ki, sahabələr dava eləyirdilər o şeyin üstündə. İndi dava edirlər. Yox, bir daha qulaq. Ki, onun dəstəmazın suyunu yəni indi təbərrük zat. Mən başa düşmürəm, heç cürə buna anlayışım yoxdur bu sözdən. Nədən? Bu dava eləyiblər, nə üçün? Və O qədər təzim edirlər ki, Peyğəmbər sallallahu əleyhi və yaxşı. Ay sağ ol. İndi sən mənə de ki, adını çək də adı ilə hansı sahabələr? Deyir, mən dava eliblər, mən başa düşmürəm. Dava necə edirlər? Yox, biz sən məsələsini deyəcək. yox, sən görən mən onun ətrafındakı insanları belə gördüm deyir. Yəni Yox, hansı sahabə adını çəkməmiş. o vaxtı şey yazmayıblar da, adını o vaxt kompüterə yazmayıblar, arxivə düşməyib. Adını yazanda deyərik. Yox, Asım qardaş, mən çox onu sən Alparslan. Onu sən Alparslan bir səncə bilməlisən. Nədir yox da adı kompüterə düşməyib də, ümumi gəlib ki, gördüm səhabələr belədir. Hansı sahabələrdə? Daha Muhammedin ətrafındakı səhabələr hansısa Bir neçə sahabələr cənnətlə müjdələndi. Hansı? Qardaşım, bir neçə sahabələr cənnətlə müjdələndi. Adı. Mən bir dənə sözümü soruşurdum, Allah kömək olsun. Sən həyatı danış. Çox üzr istəyirəm, mən ayrılıram deyə vaxtım azdır deyə. O boyda Deyir ki, nüfuz məsələsi Peyğəmbərin nüfuzuna görə. Peyğəmbər daha qüdrətli, daha nüfuzlu idi, yoxsa Allah? Qardaş, əlbəttə Allah. Aysa, Allah əmr eləmişdi, Peyğəmbər gəlib çatdırmışdı da bəşəriyyətə, düzdür? Bəşəriyyət Allahı qəbul eləmədi. İndi Allah acizdir, yoxsa bəşəriyyət cahildir? Qardaş, sahabələr Allahın da əmrləri qarşısında ən müti olan, ən sadiq olan insanlar idi. Allah onlardan razıdır, onlar da Allahdan razıdır. Hamısı? Bəli, hamısı. Sahabə Hamısı, yaxşı münafiq deyilənlər kimlər idi? Münafiqlərdir, sahabələr. Həmin o sahabələrin içində gizlənməmişdi. Münafiqlər kim idi? Allah razı olsun. Sahabələrin içində gizlənməmişdi. Kafirləri bildi. Adını, Alparslan sən bir dəqiqə deyəndə sən danışma. Adını çək. Valla mənim onlarla davadalaşım yoxdur sahabələr. Mən heç danışıram. Bir dəqiqə deyəm. Sən adını çək ginən ki, hansı sahabələr cənnətlə müjdələnmişdi, hansı da ki, lənətlənmişdi. 100 mindən sahabənin adını çəkim mən.
100 mindən sahabənin adını çəkin. Yox, onlar çəkmə də yaxınlaş. 27 Misal üçün Aymigi, Aymigi, misal üçün mən bir dənəsini deyim sənə. Fərrux İbn Məmməd, Abdullah. Tanıyırsan mı? Demirəm, tanıyıram. Ay Mücahid. Mən demirəm, Görsən tanıyıram. ad çək, hə, çəkdi ad. Fərrux İbn Abdullah. Bir dənə Yaxşı, Eldar İbn lənətlə müjdələnmiş. Lənətlənmiş kimdir? Lənətlənmiş Sən üçün nə fərqi var, qardaş? lənətlənmiş sahabə yoxdur. Bilmək istəyirəm bu başda. Bura niyə görə gəlmişəm? Lənətlənmiş sahabə yoxdur qardaş. Quran və sünnə ilə lənətlənmiş peyğəmbər, sahabə yoxdur qardaş. Bu qədər yəni. Yəni Allah deyir peyğəmbərin əmrindən çıxan sözü üstə söz deyən mənim sözümdən çıxıb lənətləyir. Və onun sözündən çıxan kimlər olur? Ümumiyyətlə sahabənin tərifi var. Qulaq as. Qardaş, sahabənin tərifi var. Sahabələr məsum deyillər. Aydındır. Sahabələrin arasında xətalar ola bilər. Aydındır. Lakin sahabələrin ümumi vəsfləri var. Allah Subhanahu taala Quranda bir çox yerdə onları bildirir. Muhammedun Rasulullah vəllezine ma'ahu aşidda'ul kuffar ruhama beynehum tarahum ruk'an succadan yabtağun fadlan min Allah ridvanu simahum fi wujuhum min athar. Bunun qardaşı niyə qaldı bu debat eləməyə? Yoxsa dedim axı debat eləmək istəmirəm. Yəni Yox. yəni belə gələn bayan mən mübahisə eləməyə. Asım narahat olmayın, mənim debatda xanım da yoxdur. Sadəcə qulaq asın. Deməli, yəni Allah Subhanahu taalanın Salam aleykum deyirəm yanındakılar. Qardaş istə qatdı Aleyküm salam və rəhmətullah. Şeydir, özüm istə qatmadım. Qardaş mənə atdı, qalxdım, ədəbsizlik olmasın. Tamam. Salam aleyküm bu vaxt. Deməli Allah Subhanahu Muhammed Rasulullah vəllezine ma'hu ondan olan peyğəmbərlər, yəni ondan olan sahabelər deyir. Onları nə edərsən deyir? Görərsən ki, kafirlərə qarşı şiddətli, möminlərə qarşı şəfqətli. Gecə gündüz rükû edirlər, səcdə edirlər. Simalarında, yəni səcdənin izi var. Başqa bir ayədə vəl muhacirun və əs-səbiqun əvvəlun minəl muhacirin vəl ənsar vəllezine təbəuhum bi ihsan radiyallahu radu an. A'addə lehum cennetin tecri tahta al-anhar. Allah Subhanahu deyir ki, o ilk onca gələnlərdən mühacirlər və ansarlar, onları ihsanla izləyənlər, Allah onlardan, onlar da Allahdan razıdır. Allah onların altından onlar üçün altından çaylar axan cənnət hazırlamışdır. Yəni o qədər ayələr var ki, yəni sən deyirsən ki, sahabelər mənə çatdır. Yəni xüsusi sahabeləri çatdırmaq olar. Amma ümumən biz deyirik ki, sahabə kimdir? Sahabə Peyğəmbər sallallahu əleyhi və səlləmə risaləti çatdırmaqda yoldaşlıq eləyən, aydındır, və iman üzrə ölən kəslərdir. Münafiqlər isə kimlərdir? Münafiqlər bir dəstə insanlardır ki, özdə onlar, yəni əsas da kimlərdən oldu? Nə vaxt onlar üzə çıxdılar? O vaxt ki, İslam artıq nədir? Öz işlərini göstərdi artıq. Yaxşı. Asım qardaş. Bura qədər dediniz, mənə çatdı. Mən yaddan çıxmamış soruşum. Siz deyirsiniz ki, səhabələr Peyğəmbərə risalətin təbliğində kömək edən şəxslər idi, düzdür? Onlar bir-birinə qarşı mehriban, kafirlərə qarşı şiddətli olarlar. Həmin o səhabələrdən bir dəstə sonra Həzrət Əli ilə döyüşdülər də, düzdür? Bəli. Ay sağ ol. Bunlar ki, bir-birinə qarşı mehriban olmalıydılar. Yaxşı, burada bunların arasında indi dindən çıxan kim oldu? Hə, indi onlar arasında məsum ümumi vəsflər olur ki, bir-birinə mehribandılar. Amma aralarındakı olunan xətalar onları dindən çıxartmır. Əli ilə döyüşmək onları dindən çıxartmadı. Necə ki, Əli rəziyallahu hədislərdə var, qardaş. Nəsül Bəlağada var, Bihar Ənvarda var, qardaş. Qardaş, necə? Axı onlar bir-birini kafir görüb döyüşüblər də. Mən dostumla niyə döyüşməliyim? Ay müntəzir, kimdir onlar bir-birini kafir görüb döyüşüblər? Yaxşı, siz kim kafirlə döyüşərsiniz, dostunuzla, sevdiyiniz adamla? O söz səndən başqa kim deyib? Allah Subhanahu taala Hucurat surəsində. Yaxşı, nə görüb döyüşdülər, qardaşım? Döyüşdülər, yəni dünya üzündə, dünya üçün müəyyən bir səbəbə görə döyüşdülər. Bir dənə səbəb vardı orada. Osman radiyallahu anh. Onlar əqidələrindəki müxtəlifliklər. Sən deyirsən ki, Əli ilə, yəni o döyüşənlərin əqidəsi fərqli idi. Fərqli olub ki, döyüşüblər də. Amma Əli rəziyallahu özdə Şiə mənbələrində deyir ki, onlarla dinimiz bir, Quranımız bir, aydındır. Onlardan dinimiz bir. Yox, indi zahirlə məsələn bir adam deyir la ilahə illallah düzdür, Muhammed Rasulullah. Nə çubuqlarda zahirdə deyir. Hətta zahirdə deyib də, zaten İslam zahirdə. Zahirdə müsəlmandır, daxildə əgər düşmənsə bu münafiqdir axı.
Qardaş, yəni Əli radiyallahu anh onlara nə deyir? Mömin deyir, qardaş. Mömin. Məncə başqa Hamı mövzu kimə- danışın, çünki Yox, siz nəfsə başqa şey qabağınıza haqqında biz də müdaxilə Məsələn- edirik. Faydalı şey danışın bugün, debat olmasın. Mən məsələn tutaq ki, birini sevirəmsə, hörmətim varsa, onun qulluğunda durmaq əvəzinə gedib başını yarıramsa, bu sevgidir. Nə qədər sahabələrdən nə qədər Neçə nəfər cənnətlə müjdələnən səhabələr olub, Zübeyr olub, sonra nə bilim kimlər olub, hamısı. İndi qulaq as bir dəqiqə, qulaq as. Bəli. Əli əleyhissalam. Əli radiyallahu anh onların Yer gəlmişə çox üzr istəyirəm Asım qardaş. Bir şeyi soruşum sizdə. Sizdə əqidə olaraq da deyirsiniz ki, biz Əhl-i Beyti sevirik, başımız üstə yerləri var, düzdür? Sizin bu günləri debatınıza baxmışam, bir dənə debatda. İmam Cəfər Sadiq əleyhissalamı da öz məzhəb imamımızın ustadı bilirsiniz də. Bəlkə 10-15 dəfə Cəfər dediniz. Bir dəfə rəhmətullahi aleyh, Allah ondan razı olsun demədiniz. Amma İbn Teymiyyə haqqında danışanda hər dəfə deyirdiniz rəhmətullahi aleyh. Yəni radiyallahu anh. barəsində danışanda nəinki orada, heç ömrümdə radiyallahu anh və rəhmətullah aleyh sözünü ömrümdə istifadə eləməmişəm. Kim haqqında səssiz pis gəldi? İbn Teymiyyə barəsində. Axı demişdiniz. Rahiməhullah arada Mən də bunu Adı rəhməhullah olsun. Yəni Allah onu rəhmət eləsin. Gəlib eyni nəticəyə çıxırdı. Allah onu rəhmət eləsin deyirsiniz. Amma İmam Cəfər ümumiyyətlə nəinki bütün İslam alimləri barəsində biz rahiməhullah deyirik. İndi ola bilər bir dənə yerdə yaddan çıxıb ya bir dənə momentdə istifadə eləmişik onu. Belə şeylər olmaz yəni. Bizim əqidəmizdir bu. Siz bilirsiniz də Əhl-i Beyti sevmək, məgər şeylər bilmir ki, bu Əhl-i Sünnənin əqidəsidir. Yəni yalanda ittiham edirsən sən Əhl-i Sünnəni, qardaş. Biz sizdən yəni nədir, qorxuruq, yalan danışıq, təqiyyə edir, nədir? Bizim əqidəmizdir. Bizim əqidə kitablarını açın, oxuyun. Əhl-i Beyti sevmək orada açıq aydındır, qardaş. Hədislər var, Peyğəmbər sallallahu əleyhi və səlləm səhih hədislər var. Yəni Ümumiyyətcə Peyğəmbər sallallahu əleyhi və səlləmin adından başqa, yəni tələb, vacibat Peyğəmbər sallallahu əleyhi və səlləmə salat və salam gətirməkdir. Ondan başqa heç bir insana belə bir vacibat yoxdur. Diləyən rəhmət oxuyar, diləyən adını çəkər. Bu nə qaydadır ümumiyyətcə bunu qoyursun? Allah radiyallahu anh biz sahabədən başlayırıq. Fəxrəddin razıdır ki, sən hocan 5 şeydə Əhl-i Beyt Peyğəmbərə şərikdir, biri də salamdır. Salamı Peyğəmbərə salam verəndə verilir onlara. Amma belə Əhl-i Beyt də şərik. Peyğəmbər sallallahu əleyhi və səlləm insanlara nə əliyə, nə başqa ad çəkəndə salavat deyib ad çəkməyib, nə də səhabələr bir-birlərinə ad çəkəndə salavat deyib ad çəkməyiblər. Elə bir şey yoxdur. O sonradan çıxarılmış bir şeydir. bidət deyil radiyallahu anhum. Bu bidətdir. Radiyallahu anhu Quran-ı Kərimin Peyğəmbər deyib onlara elə. Qardaş, bidətdədir qardaş, ayədir yox. Yox, Peyğəmbər deyib onlara. Bunlar çox deyirlər. Məsələn, imamlar haqqında deyirəm də, İmam Yox, Cəfər Peyğəmbər deməyib, sadəcə Müntəzir deyirəm ki, mənim tutulacaq irad deyil. Müntəzir, o tutulacaq irad deyil. Başqa söhbət edirdi, gətirib bura çıxartdı. Başqa söhbət edirsən, başqa söhbət edir. O irad deyil. Diləyən insanların dilədiyi kimsən adını dilədiyi kimi çəkər. Günah qazanacaq, savab qazanacaq öz işidir. Sənə nə? Yox, bizim söhbət başqa idi, gətirib bura çıxartdı. Gecəz xeyrə qalsın. Müzahir qardaşa da təşəkkür edirəm. Fürsət verdi, mən də bir söz dedim. Amma yenə də mən üçün o gün bizdə inciliyin olmuyor. Ayasın mən bahətə var. Yox, nədə inciyim ki? Yox, sadəcə soruşuram. Dediniz ki, mən qalxan kimi dedim, istəyirsə düşə bilərəm yəni deyirəm. Yox, mən sadəcə bilsən, qardaş elə bir yan-bayan qaldırdı. Dedim ki, debat eləm əvvəlcən dedim, halım yox debat. Zaten 3 saat canlı yarım. Tamam. Yəni rahat olun müəllim. Ona görə yoxsa rahatam, prosto yorğunam. Debat eləmirlər. Axı bir dənə bax, mənim də sualım var. Bu mənə çox maraqlı gəldi. Bax, deyirsiniz ki, Həzrət Əli deyir ki, onlar bizim din qardaşlarımızdır falan, onları söyməyin. Hə, mən bunu eşitmişəm. Bəs yaxşı, bir tərəfdən də başqa bir hədisdə, səhih hədisdə gəlir ki, Əmmarı azğın bir tayfa öldürər. Siffindir. Deyir ki, o siffindir. Əbulqadir Onlar bir-birinə tərs mütənasib gəlir axı. Mücahid, döyüşünki ayrıdır, bununki ayrıdır. Bu məsələdə Cəməl savaşında Əli ibn Əbi Talibin radiyallahu anhunun ümumiyyətcə qarşı tərəfə nə qənimət. Zaten o cəmaatın çoxsu, o tərəfdarların çoxsu sırf qənimət götürmədiyinə görə ona kafir dedilər. Sözlər dedilər Əli ibn Əbi Talibin. İki dənə argumenti nə idi? Birinci argumenti o idi ki, niyə Ayşənin şey götürmədin cariyə?
İkinci arqumentləri qənimət götürülməkdir. Üçüncü arqumentdə Allahın hökmünü hökm etmə vəy məsələsidir. Aydındır? Yəni iki də Ali Racanlı iki hakim seçdi. Dedi ki, iki hakimimizdən nə belə də bildim, bu hakim gətirir. Yəni ona görə də qardaş bu altdan yazanlar biz öz əqidəmizi deyirik. Əgər yəni sizin tahammülünüz yoxdursa, yəni bu şeylərə də qulaq asmaya bilərsən. Biz amma sadiq öz əqidəmizdə onu da çatdırırıq. Muaviyyəni zaten heç kim düz çıxartmır. Bizə görə Əhl-Sünnə vəl Cəmaə görə yəni Əli radiyallahu anhu Muaviyyədən qat-qat üstündür. Bu bizim etiqadımızdır. Necə qat-qat üstündür? Yəni Əli radiyallahu anhu ilk İslamı qəbul edən mühacirlərdəndir. Aydındır? Yəni mühacirlərlə yəni Tulaqa, yəni Muaviyyə Tulaqalardan da. Tulaqa nədir? Sonradan iman. Məkkənin fəthindən sonra iman gətirənlər. Bunun arasında yəni göylə yer qədər fərq var. İkincisi Ali radiyallahu Bu cəmaatımıza da bu cür təbliğ eləyin də. Mən də bəhsini deməm. Sadəcə necə təbliğ edir? burada bir də üzr istəyirəm, siz elm tələbəsisiniz də. Heç olmasa Əhl-Sünnətin etiqadına sadiq qalsınlar da. Məsələn, sizin hədislərdə də var da, Həzrət Əlinin şəhid olması, cənnət cavana ağasını, ataları atası olması. Burada bizim yəni tövbə zamanı kanalımız var. Mən bildiyim qədər sizin kitablarda ən çox fəzilət zaten Həzrət Əli gəldi. Düzdürmü? Necə gəlib? Ən çox fəzilət Həzrət Əli haqqında gəldi, hədislər mən bilirəm sizin kitablarda. Yəni bizdə o formada deyil. Bizdə yəni Əhl-Sünnə vəl Cəmaəyə görə yəni ən fəzilətlərdən 4 dənədən biridir. Yəni. Ən fəzilətli 4 Onu demirəm. Hədis, rivayət olaraq haqqında. Hədislərin fəzilətli barəsində çox gəlibdir. Bəli. İndi mən Yəni bu gün adamlar qalxırlar heç sünnə əqidəsinə sadiq qalmırlar da. Həzrət Əlinin şəhid olub olmamağı müzakirə edirlər. Onlar heç bir cahildir qardaş. Onlar bizə aid deyil. Onlar elm əhlilərə aid deyil. Aid olmağı bilirəm. Biz sadəcə sizdən tərənnüm edirik ki, heç olsa bunları başa salın ki, ay qardaş, bu çöldəki adam deyil, bu Əli ibn Əbi Talib. Həsən, bax qulaq as. Bizim tövbə zamanı kanalımız var da, tanıyırsan bu, düzdür? Biz Əli radiyallahu fəziləti barəsində orada nə qədər videolar qoymuşuq. Sünnə az saytımız var. Yəni bugün üstündə bəlkə ora baxan cəmaət ayrıdır, buradakı ayrıdır. Burada artıq görürsünüz ki, Nəvasib xəttini tuturlar, sizin dəvətinizə zərbə vururlar, hətta. Mən bilmirəm qardaş, onlar kimdir? Mən Nasibi. Yəni görürsən, yəni bizlə əlaqəsi yoxdur. Artıq. Məsələn, Şiə kitablarında gedib zəif mətnli hədis tapırlar, gəlib Xam Zəhrəyə, məsələn, bu tənə vururlar ki, Şiənin kitabında bu var. Nə bilim, İmam Əliyə tənə vururlar, zəif hədislərində. Şiələrə tənə vururlar. Xam Zəhriyə tənə niyə vururlar? Mən bilmirəm. Yəni ki, biz də məsələn, əks argument olaraq biz də məsələn gətirib zəif hədislə tənə vuranda yenə də ortada bunlar hallanır da. Biz Əli radiyallahu barəsində qardaş, mən hamının yerinə danışa bilmirəm. Hətta Alparslan bilir ki, burada adamlar bu açıq-aşkardır ki, mən Əlini sevmirəm. Elə var, Nasibidir qardaş. Yenə də deyək, o bizim əqidəmizin təmsilçiləridir. Şəxsi insandır. Bilirəm, mən Alparslan demədim təmsilçisi. Deyəm, sadəcə uzun nəsiyyətin ki, siz sünnət xəttindən çıxırsaq, Əhl-Sünnət xəttindən çıxırsaq. Bütün məzhəblərinin, bütün etiqad məzhəblərinin hamısının kitablarında Əhl-i Beyti sevmək iman şöbələrindəndir. Bu vacibdir. Etiqad eləməyən adam böyük günah sahibidir. Onun bizə heç bir adəti yoxdur. Kim şəxsində nə iman edir, nə... Hükmü nə olur Asim müəllim? Məsələn, bir adam desə ki, mən Həzrət Əlini sevmirəm. Bir adam desə ki, mən Həzrət Əlini sevmirəm. Hükmü nə olur? Həzrət Əlini sevmirəm desə, yəni onun hökmü baxır nəyə görə sevmir. Dininə görə sevmirsə, Həzrət Əlini misal üçün də bilir ki, bizdə necə etiqad, onun etiqadına görə sevmirsə, aydın deyə bidətçi ola bilər, hətta şiddətli və səviyyəli olsa dindən də çıxa bilər. Əgər məsələn Quran ayəsini inkar etməkdir, baxımından inkar edir ki, mən sahabəni sevirəm, Əlini sevmirəm, aydındır. Və misal üçün, yəni ən azı yəni bidətdir, yəni ən azı halı bidətdir, xavarici ola bilər. Aydın, ən azı. Ən aşağı halı şiddətli bidətdir. Məsələn, deyə heç nə, gün nə olur ki? Hə? Məsələn, Munis müəllim yazır ki, heç nə olur ki? Qardaş, mən şəxslərə aid cavabdeh deyiləm də. Mən şəxsə görə demirəm. Mən ümumi əqidə olaraq soruşuram ki, cəmaət əqidəmizi bilsin də, bəyan edin. Qardaş, ümumiyyətlə Asim qardaş, dəvət edirik. Həzrət Əlini sevmək ümumiyyətlə imandandır. Əlbəttə.
Sahabəni sevmək imandandır. Cənnətlə müjdələnmiş səhabələri sevmək imandandır da o tərəfə dilər onlar. Yəni ayə var da vəllədinə Asım müəllim, Sən əgər Bədr əhlini sevmirsənsə, sənin din İslamdan xəbərin yox. bir dənə üzr istəyirəm Alparslan. Asim müəllim, o Əhməd ibn Həmbəldən gələn nəql var. Əbu Yalla öz müsnədində səhv eləmirəmsə qeyd edib ki, gəlib soruşurlar ki, bu hədisə nə deyirsən? Əleyhissalam cənnətdən və cəhənnəmi böləndi. Əhməd ibn Həmbəldə deyir ki, bəs eşitməmisən ki, peyğəmbər deyir, əlini sevən mömin sevməyən münafiqdir. Yəni deyir, münafiq harda olur? Cəhənnəmdə. Mömin harda olur? Cənnətdə. Qəbul edirsiniz də bunun nəqli. Qardaş, bu ümumiyyətlə var da səhih hədis var ki, yəni əlini ancaq mömin sevər, əlini ancaq yəni Təbii əli ki. ancaq münafiq buğzar. Asım qardaş, ümumiyyətcə nəinki əlini, müsəlmanları sevməmək nifaqdan Ənsarlar barəsində də gəlir. Ənsarlar barəsində gəlir. aiddir. Hər bir müsəlmana aiddir ki, müsəlmanı sevməsə o nifaqdandır yəni. Yox, əsas ənsarlar barəsində gəlib. Ənsarlar gəlibsə bu ümumiyyətlə də fəhvəl xitabla mühacirlərə aid, yəni səhabilərin hamısını sevmək imandandır. Bunları yəni biz Qurana iman gətirmişik. O nədir? Yox, fırlatmağa ehtiyac yoxdur. Heç olmasa şey olmurlarsa, heç olmasa sünnə əqidəsinə sadiq qalsınlar da. O bizdə mən bilmirəm. Mən indiyə qədər birinci dəfə də eşidirəm ki, özünü əhlüsünnə nisbət edən bir kəs deyir ki, əlini sevmir. Yəni belə mən rastlaşmamışam. İkinci dəfə də eşitdik bizdə. Belə Ha? şey. Yox, məsələn, burada şəxslər var. İndi biz şəxsin özündən danışmırıq, əqidədən danışırıq. Adam özünü İslam'a nisbət edir 10 ildir, 15 ildir, 20 ildir. Və sonra da məsələn deyir ki, mən əlini sevmirəm. Və yaxud ki, məsələn, Asım müəllim çox böyük bir xəstəlik idi ki, birdən bir nəfər durub, məsələn, sizin sevdiyiniz şəxsləri təhqir edəndə, onun müqabilində qayıdıb deyir ki, ağzı yummaq üçün biz də əhl-i beyti söylürük. Bu batildir, qardaş. Amma bu mövzu besindir, başa düşmürəm. Yəni bizə irad olma da bilməz. Çünki nəyə görə bizim elə dəvətimiz birinci gündən bunun üzərində qurulur, qardaş. Bizim birinci gündən dəvətimiz əhl-i beyti sevmək, yəni istər qamət qardaş olsun, digərləri olsun. Həmişə bunu eşitmişik, qardaş. Başqa şey eşitməmişik. Sən bilmirsən, Abu Bakr məscidində, yəni biz birinci gündən namaz qıldıqlarımız, mən düzdür 2000-ci illərin əvvəlində başlamışam bunu olmalı. Amma yəni həmişə də bu dəvət gedir. TikTokda hansısa tanınmayan bir nicklə bir adam girib o əhl-sünnəni təmsil eləmir. Yox, biz tanıyanlardan danışırıq. O şeydən danışmırıq. Tanınan kim hansı elm tələbəsi belə bir şey deyibdir? Elm tələbəsi yox, aparıcı qüvvələr. Kim deyir aparıcı qüvvə? Məsələn də bax, indi şəxs önəmli deyil. Mən Alparslanla dalaşıram. Alparslanı sevdiyini təhqir edirəm. Alparslan da mənə təhdid edir ki, mən də qayıtıb əhl-i beyti söyləyəcəm, imamları söyləyəcəm. Alparslan indi bilmirəm. Misal deyirəm də, misal biləməz. Alparslan əksinə Alparslan yox, cəmaət düzgün başa Cəmaət düzgün başa düşsün. Alparslan əksinə bizi ki, mən onlarla mübarizə aparıb ki, belə şey olmaz. Misal olaraq vururam. Qardaş, mən bunu yəni əhl-sünnəyə nisbət olan, yəni əhl-sünnəyə nisbət olan istər sələflər olsun, istər digər yəni aşari olsun, maturidiçi olsun, nə bilim kim o sufisi olsun, mən eşitməmişəm belə bir şey. Əliyə buğz eşitməmişəm yəni. Və Azərbaycanda nasiblər bəli var, yəni dünyada var, çox az bir qism olsa da var. Amma mən yəni Azərbaycanda nasibin olduğunu və onların belə bir dəvətin olduğunu görməmişəm. Hətta məsələn, Asım müəllim, deyin birində, siz yayınlarda çox olmamışdır. Hətta məsələn, təhdid edir ki, bu nasibləri qaldıracam ha yuxarı. Bu nasiblər startda durub ha. Bu mücahid eləyir. Yox, mücahid elə şey edilməzsə, mücahid mömindir. Qardaş, nəsə şey varsa müzakirə eləyəsə bu mövzunu siz dəyişək, yəni çünki mən onlara cavabdeh deyiləm də, yəni. Mən öz dəvətimi bilirəm, nə edirəm. Nə müzakirə eləyək ki, qırğın olmasın, nə normal olsun, nə mövzudan danışaq. Nə bilim qardaş, hansı mövzu? Nəfsi qabartmayan şey olsun. Nəfsi qabartmayan şey, yəni bilirsiniz bu şeylər var, bu keçən dəfə də xata söhbəti var, xata. Biz Peyğəmbər sallallahu əleyhi və səlləmin, yəni belə deyək də, yəni o kiçik xətalar yoxdur. Bunu özümüzdən demirik, bunun Quran ayələri var. Yəni
Bunu da yəni bildirmək istəyirəm. O ki, yəni o ki qaldı Peyğəmbər sallallahu əleyhi və səlləm xurma məsələsində belə dedi. Niyə belə dedi? Zat və sair. Qardaş, bunlar yəni balaca məsələlər idi. Peyğəmbər sallallahu əleyhi və səlləmin abd olması, yəni qul olması bəlli idi. Yəni, bu bayaq ondan müzakirə gedirdi. Yəni o ki qaldı, yəni müəyyən hədislərdən nəsə çıxartmağa qalsa, qardaş, yəni belə deyək də, indi nə deyirsənsə deyirsən səhih deyirlər bu hədislər, amma məsəl üçün möhtəbər şiə mənbələrindən peyğəmbərlərə isnad olunan, nisbət olunan elə şeylər var ki, yəni adam heç onun üzündən oxuya bilmir. Biz demirik ki, məsələn, təsəvvür edin ki, Əhl-i Sünnətdə bir hədis var, neçə kitab önünə gedir, amma zəifdir, yəni əvvəldən deyirəm. Müttəsillik var, qırıllıq var, amma rivayət gətiriblər ki, Əli ibn Əbi Talib, estağfurullah Teala, bağışlasın məni, deyir, o qədər Peyğəmbərin divarına dırmaşardı arvadlarına baxmağı ki, dırnaqları yeyirlərdi. Bu Əhl-i Sünnədə gəlib o. Bəli, Əhl-i Sünnətdə gəlir. Hansı kitabda? İndi mən buna açıb, məsələn, ortaya qoyaq Əhl-i Sünnət tənə vuraq, çünki Əhl-i Sünnət imamlar bunu rədd ediblər. Deyiblər ki, zəifdir, Həzrət Əliyə olan iftiradır. Mən inanmam zəif desinlər. Buna mavdu deyirlər, uydurma deyirlər. Mavdu da deyiblər, zəif də deyiblər, hədisdə qırıq da deyiblər. Zəif, buna kimsə desin. Ya belə şeylər var da, indi biz bunu götürün, mən sənə hücum edeyim, sən götür məni hücum edeyim. Yəni bilirsən necədir? Əqidə baxımından. Bu hesab görürsən, biz burada danışırıq, aşağıda bir nəfər yazır. Mən niyə aşağıda onlara baxıram? Çünki mən cəmaatın psixologiyası mühümdür. Bir fikir gətirən şəriətdə xəta edə bilir. Görürsən, hələ temanı başa düşmürdür. Əgər biz Peyğəmbər sallallahu əleyhi və səlləm şəriətdə xətalı olduğunu demişik, deyirik ki, xətalı deyil. Peyğəmbər sallallahu əleyhi və səlləm şəriətdə məsumdur. Şəriətin təbliğində və təhqiqində, tətbiqində məsumdur. Mükəmməl. Sallallahu əleyhi və səlləm böyük günahlardan məsumdur. Peyğəmbər sallallahu əleyhi və səlləm həmçinin kiçik günahlardan bu əhl-i əqidəsidir. Kişiliyə, məsəl üçün kimisə zövcəsinə baxmaq, məsəl üçün belə düzdür. Kimisə zövcəsinə baxmaq böyük günah deyil, kiçik günahdır, düzdür? Amma kişiliyə, əxlaqa zidd bir şeydir. Peyğəmbər sallallahu əleyhi və səlləm bu cür xətalardan da münezzəhdir, məsumdur. Amma ki qaldı kiçik məsələlərə, məsəl üçün Peyğəmbər sallallahu əleyhi və səlləm kiməsə müəyyən mənada kobudluq eləyib, müəyyən mənada hirslənib. O da din qeyrətindəndir ya. Bunu Musa əleyhissalam deyib də. Musa əleyhissalam Harunun saçından tutur, sürtüyür. Sürtüyü yox da, bir hörmət. Saçından, saqqalından tutur, yəni elə də gəlibdir. Sürtür yox da, Peyğəmbərə yaraşır bir şey deyir. Yəcur ruhu, yəni deyir gəlirlər. Həm də dartdı da, çəkdi. Nədir bu yaxşı şeydir, yəni? Peyğəmbər, Harun da balaca uşaq deyil, Harun da Peyğəmbər. O da niyə? Şeydir, qeyrətindən, qəzəbindən, aydındır. Və ondan sonra da istiğfar eləyir. Allah'a deyir, yəni. Allah'a istiğfar edir. Məndə bir xəta da yoxdur, günah da yoxdur mənim. Asım müəllim, bir dənə də bax, belə deyim də, bunu həm sual olsun, həm nəsiyyət eləyim, bəlkə də bir faydalı olar bu. Misal üçün, bax, şiə, sünni, belə deyək də, hər iki tərəfdən. Misal üçün, şiələrdə bir hədis gəlir ki, İmam Sadiq əleyhissalam filə mindi uçdu. Və yaxud əhl-i sünnədə gəlir ki, tutalım ki, Musa vurdu, Əzrailin gözünü çıxartdı. İndi bu, hər iki tərəfin, belə deyək də, əqidəsinə görə bəzən bir-birlərinə belə hədislər gülməli gəlir. Və açıb qoyub bunu müzakirə edib gülürlər. Hətta məsxərə də edirlər. Bu nə dərəcə doğrudur? Ümumiyyətlə, yəni əqllə hədisləri inkar eləmək, hədisin metodikasını müzakirə edə bilərik. Aydındır, bu metodika ilə, bu hədis səhih deyil. Aydındır, hansı misal üçün, Buxarıdan danışırıq, düzdür? Adamın şeyi var, müqəddiməsi var. Yəni, mən necə səhihləşdirmişəm, nədən istifadə edirmişəm? Muslimdir. Yəni, necə səhihləşdirmişəm hədislərimi. Bu metodikanı yəni, açıqdır, əqli müzakirəyə açıqdır. İstənilən bir insan gəlib müzakirə edə bilər. Zaten yəni, mən qaldırıram bizim canlılarda ateist, deist, kosmonavt, filosof, hər şeyi, hər bir qoyunu qaldırıram orada. Hələ suallar verirlər və cavab da verir. Yəni. Burada problem yoxdur müzakirə. Həmçinin hədisin, misal üçün də, sənədi müzakirə olma bilər. Misal üçün, sənəd gəlibdir, düzdür? Sənədində, misal üçün, sənədinin
birləşikliyi və sənədindəki olan hər bir zəncirin mötəbərliyi, istər yəni rivaya baxımından olsun, istər diraya baxımından olsun, ədalət və ya nəql etmə baxımından olsun. Bunu müzakirə edə bilər, aydındır. Eləncə də şiə hədisləri. Təmiz uydurmadır o rəvayət. O rəvayət təmiz uydurmadır, batıl deyil. Rədd olub, bütün kitablar onu rədd edib, bütün zəhvləri. Bahəddin dediyi rəvayət. Hə, mən bilirəm də uydurmadır. Çünki bütün raviləri siqadır. Hazır ravinin bir-birini görməməyi bir dənə orada bir problem var. Bu uyduran elə Mevzu kimsə desə, nəfsindən dolayı deyəcək, çünki ravilər hamısı siqadır. İbn Həcər deyir ki, o İmenlə onu uyduran adam deyir, xüsusən deyir, məşhur olan siqa ravilərin adını çəkib hədisdə isnad edib, qeyd edib ki, deyir, yalanı deyir. Kimdə? 5 nəfər ravidir. Bu 5 nəfərdən hansı uydurur? Bilmirəm o. İndi baxarıq da nəsə o mövzu. Yəni o ki qaldı əqllə yəni hədisi inkar eləmək, əqllə hədisi inkar eləmək. Yəni ona gəlincə isə, hədisin sənədinə baxılmalıdır. Hədisin yəni üsuluna baxılmalıdır. Ondan sonra əqllə gələn məsələyə gəlincə isə, təbii ki, burada hədis elmində hədisin bizə görə necədir? Sənədi ittifal olmalıdır, sənədində olanlar bir siqa olmalıdır. Ondan sonra sənəddə həmçinin yəni ləfzdə şazlıq olmamalıdır, yəni daha mötəbərə müxalif olmalıdır. Həmçinin illələrdən nə olmalıdır? İllələrdən orada da əql məsələsi var, burada gəlir. İllələrdən xali olmalıdır. Əgər yəni bir hədisə biri gətirirsə, misal üçün də deyir ki, mən əqli olaraq bunu qəbul edə bilmirəm. Burada illə görürəm, aydındır. Yəni onda illə məsələsi də mötəbər mühəddislərin, mötəbər alimlərinin, həm hədis mustalah alimlərinin girəcəyi bir mövzudur. Yəni bu əgər gəlib isbat edə bilirsə, gəlsin eyvallah. Amma mənim ağlım onu mücərrəd olaraq qəbul eləmirsə də və ümumiyyətlə də yəni bu mümkünsüz bir şeydir. Yəni bunu heç cür cəm etmək yolu yoxdursa da, aydındır, izahı yoxdursa, yəni onda ancaq illə ola bilər. Əks halda illə ola bilməz. Yəni ümumiyyətlə yəni hədis məsələlərində biz yəni həmişə tövsiyə edirik ki, buna elmi olaraq yəni inkar edilsin. Yəni belə yox. Məntiqim mənim bunu götürmür. Yəni məsələn məntiqim məsələn Musanın gözünü götürmür. Ateistin məntiqi də Quranda yəni onlarla ayəni götürmür. Niyə onda? Hansı mötəbərdir? Başa düşürsən Mücahid? Yox, haqlı tərəflərimiz var burada. Aydın. Bir şey də var ki, səhih adında da bizə uydurulanlar var və yaxud ki, zəif deyib tərk edilən içində də bəlkə də həqiqətən Rasul Əkləmin dodağından çıxan hədislər var ki, tərk edilib. Çox çətin məsələdir bu. Yəni zəifin özünün neçə kateqoriyası var, hədisin necə qədər kateqoriyası var. Zəif harda tərk edilir, zəif harda götürülür. Məncə mən elə düşünürəm ki, İslamda ən çətin elm elə budur. Ən çətin yön budur. Ümumiyyətlə əxi, Allamə Əmin rəhmətullah əleyh deyir ki, deyir sənəddə uydurma, bu deyir hədisi uyduran şəxsin yalnız mətni deyil, həm də sənədi düzəltməsidir. Yəni hədis uyduran şəxs mövzu hədisə bir sənədlə düzəldə bilər. Bu cür hədislər bəzən İsrailiyyat məzmununa gedib çıxır, bəzən hökm və məsələlərdən ibarət olan bir ifadəyə sənəd qoşulur. İbn Hibban o Əbu Bakır İbn Əbu Davud haqqında deyir ki, Şiələr Əhl-i Beyt haqqında çirkin sözlər uydurub danışardı. Öz şeyində yazıb onun barəsində. Başqası da tərif edib. İstəyirsən onu mən sana atım. Hə? Başqası da tərif edib. Deyiblər siqadır, hafizdir, imamdır. Əlbəttə tədil Yəni Alparslan belə cəh və tədil axtarsan elə bir ravi yox ki, vurulması və təriflənməsi olmasın. Yox, var, niyə ki? Tamı, məsələn, deyir ki, Əli Talib haqqında iftiralar yayardı. Kim? Həmən bu İbn Əbu Davud. Həmin ravini at mənə, indi mən sənə onu tərif edən imamlara atım, fəqihlərə atım və ondan gələn rəvayətdən sayına bax. Bizə bu nöqtədə cərhi lazımdır. Niyə görə? Çünki burada məsələn Xətib Bağdad təfsilatlı cərh tədildən öndədir.
Bəli. Çünki cəhd var bu. Hər eləyən deyib ki, bu Əli ibn Əbi Talibə qarşı düşmənliyi olan bir adamdır. İllə gəl. Bundan Əli ibn Əbi Talib haqqında nə gəlsə rədd olunar. Düşdün? Çünki adam ona qarşı qərəzi var. Əhl-i Beytə qarşı qərəzi varsa, o rədd olunur o. Hədə mən də deyirəm də, mən bax öncədən kimətə demədim ki, bu səhih hədisdir. Çünki mən baxdım ki, əlhəmdülillah, mən özüm baxanda, qardaş ona hətta mənə atanda, dedi, bu hədis səhihdir, Rabilər siqadır. Mən baxdım, Rabilər siqa olsa belə, əhl-i alimlər bunu tərk ediblər, mətruk ediblər. Və burada bir dənə də məsələ var ki, ravinin bir-birinin görməməsi var, qırılma var. Onu da qardaşa atdım, sonra dedi ki, düz deyirsən qardaş, var imiş. Sualıma izah verə bildim qardaş. Axı bir dənə də əgər Allah razı olsun, əgər vaxtımız varsa bir dənə də sual vermək istəyirəm, belə maraqlıdır mənim üçün. Demək, bax Asim qardaş, bir insan tutalım ki, bir insan gəlib ortalığa, məsələn, bir şiyə də onun qabağına dəlil qoyub, Sünni də onun qabağına dəlil qoyub. Məsələn, Əhl-i Sünnə də qoyub, Şiyə də qoyub. Bu adamın da məsələn öz şəxsi belə deyək, əqli var da. Sünnə də dəlili ona xoş gəldi və yaxud Şiyənin xoş gəldi. Yəni, araşdırması da bu qədərdir. Bunun qiyamətdə halı necə olacaq? Ümumiyyətlə, yəni bu məsələdə baxır, yəni hansı məsələdir? Məsələlər ikiyə bölünür. Yəni əqidə məsələsi yoxsa fiqh məsələsi. Fiqh məsələsində məsələ genişdir. Zaten orada bir insan ki araşdıra bilmirsə, başa düşmək ki, o təqlid edir. Aydındır, təqlid edir. Başqa yolu yoxdur da. Adam niyə soruşur? Allah Subhanahu taala zaten qoyubdur. Fəsəl əhlə zikrin kuntum la ta'lamun. Bilmirsə gedin bilən zikr əhlindən, elm əhlindən soruşur. O da yəni nəyin üzərində olur? Etibarın üzərində soruşur, araşdırır, aydındır və bunun məsləhət görürlər. Fiqhdə məsələ çox sadədir. Əhl-i-Sünnə vəl cəmaatda yəni harda iki dənə görüş var əqidə məsələsində. Əqidə məsələsində, yəni xüsusilə də o imanın əsasları məsələsində, əsas yəni məsələlərdə burada təqlid icazəlidir yoxsa icazəli deyil. Aydındır. Bir çox alimlər deyiblər ki, əgər zəruri olaraq bilinən bir şey, misal insan Quranı oxuyur, başa düşür və aydındır. Burada artıq ona zəruri olaraq möhkəm ayələrdir, mənası aydındır. İstər ya nasdır ya da zahirdir, lakin zahiriyyəti yəni güclüdür, yəni güclü. Yəni ikisinin nas zahir başa saldığında nə deməkdir? Bilməyən olsa yenə izah edərəm. Bu zaman deyirlər ki, burada yəni şey yoxdur, yəni adına təqlidə icazə yoxdur. Amma digər qrup alimlər və onların başında da yəni İbn Teymiyyə rahimehullah deyir ki, hətta bu məsələdə təqlid yəni üzürlüdür. Çünki təqlid insanın qabiliyyətinə qayıdır. Yəni əgər bir insan Allahla sadiqdirsə, haqqı axtarırsa və bacardığı qədər budursa, bundan o tərəfə deyilsə, bundan o tərəfə gedə bilmirsə, ancaq ona görə yəni sorğu-sual olunacaq. Yəni Allahın çağırışına icabət etdimi? İcabət etdi. Rasulların çağırışına icabət etdimi? İcabət etdi. Lakin buna bu qədər çatdı, üzürlüdür. Cahiliyyəti üzürlüdür, qardaş. Təşəkkür edirəm. Allah razı olsun. Var sual. Nə deyir bu? Bunun yanında deyir, kimin yanında yəni? Niyə danışır? Etibarı deyirəm, Cəfərov deyirəm, Asim müəllim, sizə aid deyil. Aşağıdakını deyirəm. Əlbəttə yaymıram. Rəhmin gəldi çıxartdım. Yenə başlayıb görsən, devam edir. Astım blokdan, onu? Ümumiyyətlə. Ümumiyyətlə, məsələ nədir, qardaş? Bu, şiə məsələsi, sünni məsələsi, nə olur olsun. Fərq yoxdur. Bir dənə əsas nədir? Salamat müzakirə mühiti olmalıdır, səmimiyyət olmalıdır. Əsas insanlar müəyyən məsələləri nə vaxt tapır? Səmimi olduqda. Bir insan səmimi deyilsə də, din məsələsini qoyaq bir qırağa da, adi bir, yəni, ticarət məsələsidir. Aramızda ixtilaf var. Görürsən ki, sənin şərikin, ya misal üçün də o müqabilin, səninlə mübahisə edən adam səmimi deyil. O adam səmimiyyət olmayandan sonra nə edir? Elə bir sənlə onun arasında hicab var da, sən danışırsan, divara dəyir qayıdır. Düzdür? Və bu məsələlərdə bir dənə əsas insan
səmimi olmağa çalışmalıdır. Və bir də bir insan, yəni Fatihə surəsində Allah niyə bizə hər gün ihtinas sıratal müstaqimi dizdirir, hər namazda, nafilələrdə, farzlarda, hər rükətdə niyə dizdirir? Çünki insan hidayətə ehtiyacı var. Hər bir məsələdə hidayətə ehtiyacı var. Peyğəmbər sallallahu əleyhi və səlləm gecələr durardı, yəni dua elərdi. Allahümmə fatirə səmavati vəl ard. Yəni Allahı zikr edərdi, sən yerləri, səmaları yaratmısan. Yəni sonra uzun duadır, sonra əntə təhkum beyni ibadəti məkən yaxtəlifun deyir. Sən qulların arasında onların ixtilaf elədiyi məsələlərdə hökm verənsən. İnsan yəni həmişə dua eləməlidir ki, ya Rabbi, yəni tərifləməlidir Allahı, dua eləməlidir ki, Allah mənə yəni qulların ixtilaf elədiyi ya da ixtilafda olduğum məsələlərdə mənə yəni doğru yolu göstər. Və doğru yol bu cür tapılır, yəni müzakirələrlə, belə qışqırmaqla, dalaşmaqla, daş atmaq, belə olmur. Düzdür, yəni və bir də bir şey nəzərə çatdırıb, Allah Subhanahu Quranda kitab əhlindən barəsində, yəni cədirhum billəti əhsən, ən gözəl formada mücadilə ilə, bir gözəl formada. Bu kitab əhlinə aiddirsə, İslam'a özünü nisbət edən bütün qruplar bir-biri arasında gözəl formada eləməlidir. Qardaş, Allah bizim Allahımıza, yəni övladı var, üçdür deyən bir qövmədir, onlarla deyir, o birisi deyir, Allah bunun peyğəmbərləri yıxdı, güləşlər yıxdı, aydın Allahın əlləri bağlıdır deyən bir qövmə, onlarla deyir, gözəl formada deyir, mücadilə edin, düzdür? Və bizim öz aramızda daha yəni normal olmalıdır. Bəli, məsəl üçün, mən haqq bildiyimi haqq bilirəm və batilə özü bilirsə tövbə zamanı, yəni batil bildiyimiz bütün firqələrə, yəni bütün ideyalara, hətta Varavskoydan tutmuş ona qədər biz rədd vermişik. Düzdür? Bu bizim etiqadımız çalışır ki, gözəl formada olsun, müzakirə. Mən açığam həmişə. Kim istəyir gəlsin canlı yayımcı, qaldıram hamını. Amma Allah Subhanahu istisna qoyub da illəllədiyin ədələm. Onlardan, yəni zalim olanlar başqa. Zalim olanlar başqa. Yəni zalim da nədir? Yəni səmimi olmayan. Səmimi deyil. Gəlir insan səninlə söhbət edir. Görürsən ki, sən sözü deməmiş, bu artıq növbəti sualı hazırlayır. Bu insanla belə insanlarla nə haqq axtarmaq olur? Sadəcə vaxt itkisidir. Yəni bir müddətdən sonra insan peşman olur ki, o vaxtını itirdi. Amma insan səmimi olandan sonra tamam. Bilmir, dərk eləmir, başa düşmür, aydındır. Mən indiyə qədər hələ yadıma gəlmir ki, yəni belə də kimlənsə belə də bizim gəlib mən təkəbbürlü adam görəndə pis çıxmasın, maşını yolda saxlayıram, düşürəm bir nə yaxırsan, belə də pis xasiyyətim var. Yəni təkəbbürlü adamı götürə bilmirəm. Gördüm ki, girdi, başladı təkəbbürləmə, özünü göstərməyə. Onda məndə başqa ayrılır da, yəni özümü unuduram harda qala, yəni əxlaq və s. yəni sərtlik edə bilərəm. Amma normal bir insan, yəni normal daşımız, hələ indi yadıma gəlmir ki, onunla söhbət eləyə bilmirəm. Bu vacib bir şeydir. Amma görsən insan səmimidir, gəlib sual verir, bilmir, razı deyil, məcburdur razı olsun, qardaş. Adam 20 il, 30 il, 40 il yəni ömründə şey olubdur. Gəl bir gecədə ona şey elə. Denən ki, sən mütləq bunu qəbul edilməlisən. Bu səfehlikdir, yəni normal bir şey deyil yəni əslində. Dəvətimiz edirik də qardaş. İndi Mücahid bilir də, yəni qardaş, mən nə qədər adamla bu debatlara çıxartmısan və s. Yox, bəhs, qardaş, o aşağıda biri yazır ki, bəhsdə səbirsən. Bəhs başqa şeydir. Debat başqa şeydir. Mən debat yəni ümumiyyətlə eləmirəm. Qardaşlar bilir, yəni nə qədər debat yəni eləsəm gündə eləyərəm mən. Yəni çıxmasın debatdan varlanaram. Varlıyam əlhəmdülillah, yəni lap varlanıram. Yəni bəşşuraşar səhifələr var, amma istəmirəm, xoşuma gəlmir debat. Yəni birincisi debat edirsənsə gərək qaydalar əvvəlcədən müəyyənləşdirsin, mövzular əvvəlcədən müəyyənləşdirsin. Qardaş, bir dənə söz deyirsən, kimin sözü daha yağlıdır, kimin sözü daha yaxşı keçir, bizdə əslində qayda budur. Bu debat deyil axı. Debat elə olmur. Kişilər debat edirlər. Yazılı. Sən yazırsan, qardaş, bir müddətdən sonra o sənə cavab yazır. Mən misal üçün WhatsApp üzərindən debat edərəm. Nəyə görə? Adam gətirdi dəlili, deyir ki, sizdə belədir. İndi yalandan mən özümü göstərim, ya başqa istənilən birisi.
Kim Qutb Siddən əzbər bilir? Hər şeyə qoyaq qırağa, mən şiə kitablarındakı hədisləri əzbər bilirəm. Ya kimsə hansısa şiə əhl-sünnə kitablarındakı hədisləri əzbər bilir. Belə şey var. Mənbələrindən bilir. Yəni səmimiyyətsizlikdir də. Çoxdur əzbər etmişsiniz, Yasin müəllim. Yox, indi o sən müəyyən nöqtələri bilirik də. Nöqtələri, hansı hədislərin, yəni ən elementar məşhur bir hədisin ravilərini çox adam özümüz bilirik. Düzdür? Müəyyən bir məsələlər var ki, o günümüzdə dəndənə eləmişik, hər gün eyni şeyi danışırıq. Bu çox əzbərləyirsən də onu. Amma ümumən elə deyil axı. Yəni Azərbaycandan mühəddis olmaq hansı tələbə var? Fərqi yoxdur istənilən bir firqədən. Var belə birisi yox. Bizdə bir də əşya var, yardımlıdan. Buxarinin hədislərin sənədini əzbər bilir. İndi ola bilər bizə misal üçün bizdə də var. Misal Bəxtiyar qardaş var, Turabov. Misal o şeydir də 10 qiraət üzrə sənədlə, yəni Quran əzbərir, yəni Quranı bilir. Mən Bəxtiyarla bir yerdə işləmişəm, Yasin müəllim. Hə. Bildiyim qədər Buxarın da təhlil edir. Ya hədisdə çox zəifdir, amma qiraətdə bir nömrədir. Asım abi, qiraət mövzusu açılmışkən bir sual vermək olarsa. Bir ateistlərdən bir nəfər bayaqları bir yayında şübhə gətirdilər ki, bəs əhl-i-sünnədə qiraət fərqləri var. Cəbrail peyğəmbərə bir Quran gətirib, yoxsa 7 Quran gətirib? Bu necə olur? Bu təhrifdir və s. Belə bir iddiası irəli sürmüşdür. Bu qiraətlər yəni əhl-i-sünnətdə necə qəbul olunur? Cəbrail neçə Quran gətirib? Səhabələr buradan ixtilaf edib, qısa bir izah eləyərsiniz. Burada izləyənlər var həmin şəxslərdən, ona görə qısa izah etsəydiniz. Blogiyə mən cavab vermişəm, kanalımızda var. Bu profildə yox, Tövbə Zaman əsl profilində var. Bu belə də türk profilimizdir. Hələ yəni, yaxşı getmir dəvətimiz türk dilində, ona görə istifadə edirəm. Ümumiyyətlə Peyğəmbər sallallahu əleyhi və səlləmə Allah Subhanahu taala yəni 7 hərfdə Quran endiribdir. 7 hərf nədir? Alimlər arasında müxtəlif görüşlər var. Yəni və belə deyək də Suyutinin İtqanda meyl etdiyi ən mötəbər görüş kimi mən də ona meyl edirəm, şeyximiz də ona meyl edibdir. Xalid Səbt. O yəni onların ləhcə olmasıdır. 7 ləhcə. Yəni onların hamısı da yəni Cəbrail əleyhissalam öyrədib Peyğəmbər məsələn. Hə. Peyğəmbər sallallahu əleyhi və səlləm misal üçün də Yəmənlərə xitab edəndə, Quran ayələrini oxuyanda, ya sahabəni göndərib get ayələri oxu, onların yəni o hərflərlə bildiribdir. Aydındır, o hərflərlə gəl, o ləhcədə olmuş variantı oxuyub. Orada da çox böyük belə fərqlər yoxdur ya. Yəni müəyyən sözlərdə məna 100% eynidir. Aydındır, yəni mənanın belə deyək də müştərək məna olsun. Müştərək məna odur ki, bir sözdə bir neçə məna çıxır, birinə müxalif. Ya mutavaat məna olsun. Bir sözdür belə deyək də onların ümumi mənanın məğzində eynidir, lakin keyfiyyətində böyük fərqlər var. Və olsun mütəradif, yəni sinonimlər baxımından olsun. Yəni mənanın bütün növlərində eyni. Bunu Cəbrail əleyhissalam belə gətirib, yoxsa peyğəmbər özü şəxslərə belə oxuyub ki, onlar başa? Cəbrail əleyhissalam gətiribdir. Yəni Cəbrail əleyhissalam gətiribdir bunu. Ondan sonra artıq bir müddətdən sonra necə xüsusilə peyğəmbər sallallahu əleyhi və səlləm 7 dənə ərəb ləhcəsində gətirib Cəbrail əleyhissalam. Bəli. Orada da biz necədir ləhcələr? Yəni o ləhcələr. Dediyim kimi ayələr eynidir, müəyyən şeylərində. Məsəl üçün biz deyirik Bəxtiyar qardaş 10 dənə qiraət əzbər bilir də. Bilirsiniz necə bilir o? O şeiri əzbərləyibdi, əlfiyəsini. Və əlfiyəsində o bütün Quranların hamısını yox, orada müəyyən hansı yerlərdə fərq varsa, o fərqləri əzbərləyib də bildin? Yəni oxuyanda bilir ki, orasını başa düşdüm. Bu qiraətdən əlavə kitabətə də adiyyət olur. Bunun yazıda da, mətndə yazıda da elə yazılıbdır. Bəli, yazıda da elə yazılıbdır. Zaten sonra artıq Peyğəmbər sallallahu əleyhi və səlləmin dövründə bir dənə hədisdə gəlir ki, bir sahabə deyir ki, belə oxudun. Ömər radiyallahu anh deyir ki, belə oxumalı. Yəni niyə belə oxudun? O deyir ki, belə eşitmişəm. Ömər radiyallahu anh gəlir ki, gəl gedək Peyğəmbərin yanına sallallahu əleyhi və səlləm. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, bəli, belə də oxumuşam. Namazlarda oxuyubdu. Və ondan sonra yəni başlamışdı. Yəni bu gələn Quran içində Cibril əleyhissalam 6236 ayədə 7 dənə ləhcədə gətirib bir sözü orada başqa cür, burada başqa cür. Buna nə ehtiyac var? Yəni Cibril əleyhissalam 7 dənə ləhcə getsin. Yox, dediyim axı, yəni müəyyən sözlərində fərq olub da, hamısı fərqli deyil axı. Tamamilə başqa deyil. Yəni müəyyən sözlər, məsələn, bir səhvədə ola bilsin bir söz, iki söz, aydındır. Səmimi deyində siz özünüz baxmısınız məsələn vərişdən Asım fərqlərinə. Suyutinin yəni İtqanda mən İtqanı oxumuşam. Yəni 4 cildli kitab, 3 cildini oxumuşam. Yəni ikinci cilddə
Bunu geniş bəhs edir, yəni Suiti. Yəni Suitin rəyini deyirəm. Orada yəni və o rəyə də Siz məsələn, siz özünüz məsələn qoyub qabağınıza yox bu da qiraətlər o qiraətlərdən danışmırıq biz, yəni hərflərdən danışırıq, 7 hərfdən danışırıq. Qiraət başqadır qardaş. Qiraətə mən də gələcəm. hərflər deyirəm də, sizin Hərflər yoxdur, qəsdləriniz hərflər ləhcən qalıb. deyirəm. Hərflərdən ancaq 1-2 dənə ayə gəlibdir. Yəni misal üçün yanşuruha, yanşuzuha. Misal üçün gəlib ki, bu 2 dənə bir çox cüzi 1-2 dənə, yəni Məsələn, birində qul gəlib, deyib, birində məsələn qadə dedi, müğayib üçüncü şəxslə, birində əmir forması. Çox azdır. Yəni o qiraətləri yandırır, yəni hərfləri zaten yandırıblar sahabelər. Sahabələrin yandırdıqları zaten o hərflər idi. Qardaş, olar mən fikrimi deyim. Ondan sonra yəni razı olmasan sən öz bildiyin variantı çatdırarsan. Yəni mən nə oxumuşam, nə öyrənmişəm onu şey. Yox, mən müdaxiləsi demədim. Sadəcə özünüz götürüb bir dənə baxmısınız buna, yoxsa yox? Hə, oxumuşam əlbəttə, oxuduğumu danışıram. Hə, yəni Deməli- bugün artıq buyurun. Qardaş, mən qutarım olar, ondan sonra sən öz bildiyin variantını danışarsan. Deməli, bu hərflər məsələsi sahabələr artıq bu fəthlər başlayandan sonra və s. artıq əcəmilər İslam'a girdikdən sonra onların arasında müəyyən mənada çaşqınlıq yaradı. Ona görə sahabələrin də bir hərfi, Qureyş hərfini saxlayıb digərlərini və də o təhqir edənləri blokad qardaş. Tural yorumlara bax, ay Tural. O Papalin var, yəni o prosto mənə yaxşı tanımır qardaş, yəni sən gözün qabağına Feyklər də müəllim başqa. Eynəkli belə elm tələbəsi gözə gələr, yəni biraz başqa tip adamı qardaş, yəni. Fake profil müəllim başqa. Hə. Deməli, bu şeylər, yəni artıq sahabelər nə edirlər? O həmin o digər hərflər Yəni Cibril əleyhissalamın gətirdiyi 7 dənə yığışdırıb alsın, birini saxladı sahabelər. Hə, bəli. Və buna ixtiyarı var idi. Cibril Allahdan 7 gəlibsə sahabelər verirlər. Yəni eyni mənadır da, eyni mənanı bildirir də. Eyni məna idi. Bəli, zaten nəql edənlər də onlar idi. İxtilafın qarşısında olmuş. Eyni məna idi. Eyni məna idi burada. Deyək, mənasında heç bir fərq yox idi. Ondan sonra Qureyşin hərfində saxlandı. Bəlkə mən qutarım icazə ver. Versən qutarım, ondan sonra sən öz verirsən danışarsın. Yəni bizim cavabımız ateistlərdir. Yəni əgər misal üçün də mövzunu siz aparıb, yəni Quran təhrif mövzusunu aparmaq istər aparırsın, mən bilməm. O danışmaq siz başqa mövzudur tamamilə. Deməli, ondan sonra artıq bir hərf üzrə, Qureyş hərfi üzrə Quran qalır və o bildiyimiz qiraətlər, misal üçün 7 dənə mutavatir, ondan sonra 3 dənə əhəd və digərləri şaz qiraətlər, onlar artıq bu bir hərfə qayıdır. Məna olaraq hamısı, yəni eyni mənadadır və o şeylərə gəlincə, yəni adı nədir? Qiraətlərə gəlincə isə bunlar da sabit rəvayətlərlə bizə gəlib hamısını, əlhəmdülillah. Bu qədər yəni. Nə qədər ağıldan belə şey adamlar var qardaş. Yəni tək. Nəysə, mənim cavabım bu qədər qardaş. İndi kim qane eləmədə özü bilərsə. Təhrif başqa şey. Təhrif nədir? Təhrif bilirsən nədir? Bir şey dəyişib elə bir şey qoyursan ki, yəni Allahın dinini dəyişəsən. Təhrif budur. Əlhəmdülillah. Cəfərov, yəni bunlara cavabı o cür yox. Bu cür deyirsən qəbul eləmirlər də müəllim, deyirlər ki, bəs tərif eləmisiz və Bahattin dediyi kimi Allah 7-sini göndərib, siz niyə onun 6-sını ləğv eləyirsiniz və s. Eyni şeydə eyni. Ateist ideologiyası da standart indi hafizələr deyil. Ateist Allah'a ümumiyyətlə bir söz deyilsə, ateistlə şəriəti müzakirə etmək düzgün deyil. Ateistlə birinci kökdə danışmalısan. Ümumiyyətlə məsələlərdə kökdə danışmalısan. Ateistin zaten işi odur. Buna cavab ver, sonra nəyə keçəcək? Əhzab 37-yə keçəcək. Nə Əhzab filan keçəcək, nə filan ayə. Peyğəmbər sallallahu əleyhi və səlləm ailə məsələlərinə. Ateistlə danışanda birbaşa məsələnin kökündən, Allah mövzusundan. Asim, sən nəyi deyirsən ki, eynidir? Təhrif indi kəlmələrin dəyişməsini sən deyirsən ki, təhrif saymırsan indi onu. Sən ikinci salam ver qardaş, bu nədir? Gəlmişsən belə, Asim. Yaxşı, assalamu aleykum. Sən başqa profillərlə yazmaqdan yorulmadın bizə. Asim, Asim, özdə Asim sözünə
Valla mən sənə başqa profillə yazmamışam. Cəmi 2 dənə profildir. Siz də mənə görən kimi naxadı bloklayırsınız. Allah köməyiniz olsun. Biz görmüşük, özü yaxşı tanışsan olur. Sən bloklayıbsa deməli səndən danışmaq istəmirsən. İndi qalx niyə sual versən ki? Məsələnin doğru tərəfini qardaş bilirsiniz, siz özünüz ətraflara izah edin. Biz bu cür izah edirik. Bildim, sən bir dənə sual vermirsən. Kəlmənin dəyişməsinə sən Deyirəm ki, təhlükəsən ya yox. Daha Zülfüqar, müəllim səni bloklayıbsan. Arvad profillərinə O girib öz səhifəsində bloklayıb da. Bura Qadın bizim profilinə qardaşlarımızın girib səhifəsi. yazan adamla mən Ona görə danışmıram. bloklayıb ki, səninlə danışmaq istəmir də. Yəni Qadın profilinə deməyim, bu qeybdən xəbərdir. Qardaş mən deyirəm. Zülfüqarın qadın Bloka profili. salandan sonra, bunu bloka salandan sonra 3-4 dənə profillər hamısı da Asim Ayasim, eyni forma, eyni yazı. Allahdan qorxsan, sən şər atmağa öyrəşibsən. Mənə də canlıda da necə şər atıbsan. Bu qeybdən xəbərdir. Üzr istəyirəm. Niyə görə lol salmaq istəyirsən ki? Hər qəbul danışmaq istəmir. İcazə ver. Sən də açmaq istəmirsən. Yəni gəl. Asim bəy, Bəli. axşamınız xeyir öncəliklə. Zülfüqar barəsində iddia ki etdinizə fərqli profillə. Sadəcə bunu, yəni çünki iddianızda çox inad edirsiniz, ona görə təkid edirsiniz daha doğrusu. Allah'a şahid gətirə bilərsiniz ki, həmin profillər Zülfüqara aiddir. Qardaş mən şəklini çəkib atarım, göstərirəm kim istəyir. Bildiyə şahid yox, şəklini çəkib atarsınız, söhbət o deyil. Mən zənn edirəm ki, budur qardaş. Zənn, yəni yəqin deyil ki bu. Sonra qulaq as qardaş, bir dəqiqə uşaq deyilik də. Bunu bloka sal, bizim canlıda belə bir şey heç vaxt olmamışdı. Bunu bloka salandan sonra dalbadal 4-5 dənə profillə yazdı. Və hamısı da eyni. Əzizim, bu zənn yəqin olan zəndir, yoxsa zənn olan zəndir? Allahın qadağan etdiyi zəndir. Zəndir, qalib zəndir. Sonra. Sən gözlədə Alparslan, Asim bəydən danışıram. Mən zənn edirəm qardaş. Deyirəm qalib zəndir. Nədir, nəticə nə? Yaxşı zənn, bu adam haqqında yaxşı zənn deyiləm qardaş. Allahın haram etdiyi İcazə zəndir. versiniz mənə. Hər nəsə Mən bu adamla danışmaq istəmirəm. Ayət gör nə deyirəm. başa düşmürəm. Qəlbi adamlar Bir dəqiqə də xahiş eləm, nə olar? Bax, Allah şahiddir, şərəfsizdir öz payına. Şərəfsizdir öz payına. O sən deyən o məndən sonraki deyirsən gəl. Mən indiyənə qədər sizin səhifənizə 2 dənə səhifə ilə gəlmişəm. Bir müdərris, bir də Zülfüqar. Şərəfsiz olar öz payına, üçüncü bir səhifə ilə gələm. Müdərris profilini də tanıyırıq, bu profildə bildik ki, ancaq Zülfüqar. Deyir də indi adam bilir ki, söhbət eləyə bilmir mənə, ona görə eləyir. Bir məlum məsələ. Söhbət edirsən. Yox da bilirsən də, bir dəfə eləmsən, görmüsən. nə olsun ki, qalım ki, səndən söhbətə Səndən söhbət söhbətini almır. Mən görəm ki, qatım qatırsan. Ne deyim indi? Mən düşəm ki, Zülfüqar məndən qorxur. Yox, məsələ bizsizlədir. Yox, söhbət Məsələn, bura Türkiyə danışa bilməzsə mənə qatıb çıxıb edərsən. Ne deyim indi? Ki, Zülfüqar məndən çəkinir. Bax, gəmər sən deyim. Bu nə? Dinləmirlər. Nəzarətlə də Mən o qədər yerdə mən sıxmışam, o qədər yerdə səni sürmüşəm. 2 dəqiqə vaxt verin də. Mücahid qardaş, 2 dəqiqə vaxt verin. İkimiz də bir-birini. Adam səndən danışmaq istəmirəm də qardaş. Sən də danışmasın. İstəmirəm, mən də danışmaram. Yox, 2 dəqiqə vaxt verin də. Zəhmət. Bir. Mehriban söhbət edeyim. Tamam. Təkcə sən deyilsən, əhlüsünnə. Yaxşı da, yaxşı imkan verirsiniz 2 dəqiqə. Qardaş 2 dəqiqə imkan verirsiniz. Mənim barəmdə, mənimlə mövzuda danış. 2 dəqiqə imkan verir zəhmət olmasa. Başqa danışım mövzu danışırsansa səhərə qədər. Başqa sözün var ki, məsələn, burada başqa kiməsə sözün var. Alparslan bilirəm, sən mühamisən indi. Müdafiə eləməyə çalışırsan. Sənin bizdə ünvanlı sualların maraqlı deyil də, qardaş. Mənlə danış, mənlə barədə danış. Sən məndən danışma. Yaxşı, siz sual verin. Ne kadar sürtüyor adamsan ki, adam seni blok atır, gelip təzdən gəl. Səni blok atırlarsa özünüzə hörmət edeyim də kişi. Kim çıxartdı? Mücahid, mən bu adam, Mücahid, ay Mücahid, sən qardaş, mənim xəssiyyətimi bilsən də, mən bir adamla danışmaq istəyirəm, danışma. Məsəl üçün, orada biri var, Samir adlı birisi. Neçə vaxtı qalxmaq istəyir, mən ondan danışmam. O yer kvadratdır, yer düzbucaqdır, nəmlədir, biri var. Aydındır, özünü də göyə hüsnə nisbət edir. Mən o adamla danışmam. Fərq et, mən bir adamla danışmasını danışmam. Çünki nəyə görə? Səmimiyyət görmürəm. Səmimi gördüyüm adamla səhərə qədər danışım. Aydındır, təbii ki, vaxt olarsa, aydındır. Səmimi. Amma səmimi görmədiyim adamla danışmam. Niyə vaxtımı, enerjimi, əsəbimi israf eləməliyəm? Nəyə haqqı isbat eləmək istəyir? Qardaş, debat deyəndə, belə deyək də,
Allah həmd olsun da qardaş. Yəni indi tanıyanlar bilir də. Biz debatlar eləmişik 5-6 saat, 7 saatlıq debatlar eləmişik vaxtında. Heç bir faydası da olmuyor yəni. Amma səmimi müzakirə etmək istəyirəm, kimsə eləyir yəni aydındır. Öz etiqadımı öz bildiyimi danışıram. Aydındır. Və burada da belə deyək də bir insan ki, misal üçün özünü qat-qat ağıllı sayırsa məndən və sair və ilə axır, yəni öz işidir yəni. Getsin öz dəvətini eləsin, getsin misal üçün də mənlə danışdığını çəksin, qoysun, hara istəyir qoysun, təliqlər eləsin. Bu öz problemi. Heç vaxt heç kimə deməmişəm ki, niyə mənlə danışmısan, o heç hara qoyma nə bileyim. Özü bilərsiniz qədər. Səmimiyyət varsa danışaq qədər. Səmimi yoxdursa, yəni özünüz deyin də niyə danışmalıyım kimlənsə. Asim müəllim, burasını da deyəcəm. Mən məsələn sizin və o sizin qardaş var, o birisi adını unutmuşam. Abdurrahim müəllim. TikTokda. Abdurrahim müəllim. Hə, Abdurrahim müəllim. Məsələn, onu da baxıram qabağıma keçdikcə. O da məsələn görsən ətəbli adamdır. Kiməsə söyüşlə, təhqirlə cavab qaytarmır. O məndən də qatıq xeyirli adamdır. Yəni biz ona müəllim deyirik. Mən ona şəxsən müəllim deyirəm və çox hörmət edirəm. Yəni gün boyu açdığı canlıların əksər hissəsini şiyənin üstünə açır da. Yəni yox, o eləmir. O eləmir. Orada altdan gəlirlər, suallar verir. Altdan gəlirlər, suallar verir. Baba, vallahi bir gün canlı açmışam. Məsələn, peki suallara cavab verəndə, məsələn, mən özüm də dinləyirəm ki, baxım görüm ki, biz aldığımız tədrislə və ya ki, İslam peki kitabı var ya, sizin Profesor Bədəvi Əl-Xələfi deyil müəllifi. Tanıyırsınız o kitabı, Quran və Səhih hədislər əsasında. Mən yəni Azərbaycan dilində heç bir kitab oxumamışam. Yəni açığını deyim, bilmirəm. Azərbaycan dilində hansı kitablar xəbərim yoxdur. Profesor Bədəvi Əl-Xələfini tanıyırsınız? Yox, tanımıram. Oxumamışam. Onun bir kitabı var, şeydir, Quran və Səhih hədislərə əsaslandırılmış İslam fiqhi bir kitabı var. Baxıram, məsələn ki, mən o kitabı oxumuşam, buna uyğundur, bunu dediyi fətvalar, verdiyi cavablar yoxsa yox, belə. Amma görürsən ki, düz demirəm, onun damarını basırlar, amma yayın rəhbəri olaraq yaxşı olar ki, məsələn, biraz təmkinli olsun, qıradın sataşanlara deyil, Allahın muradını çatdırmağa çalışsın. Yəni, şiənin üzərində çox mövzu olmasın. Abdurrahim müəllim yəni, neçə illərdir dəvətdədir. O dəvət eləyəndə mən hələ İslamda deyildim, yəni ateist idim. Yəni, ona görə mən durub ona gəlib, yəni ağıl qoymuram. Mən çatdıraram. Sənin mən qalxım, məsələn, müdaxilim, sözüm deyəcək, fitnə üçün gəlib, heç qalxmadım da. Mən deyirəm ki, müəllim səmimi adamdır, əxlaqlı adamdır. Və biz də, məsəl üçün, adi mən onu qoyum qırağa da. Bu gün mövzu açırıq, qardaş. Nə qədər qaçmaq istəyirəm, müaviyə mövzusu. Nə qədər qaçmaq müaviyə. Yəni, biz də yoruluruq, sıxılırıq. Eyni mövzu nə qədər danışmaq olar. Yəni, eyni sualı verir, eyni sualı verir. Düşünürsünüz, niyə sizi bu cür görürlər, niyə bu sualdan ancaq sizə verirlər? İndi, yəni bizim yerimizdə gör başqası olsa nə olar ki? Yox da, məsələn, mənə gəl müaviyə heç vaxt soruşmazlar ki, mənim əqidimdən mənə sataşırlar, sən əqidimdən sən sataşırlar da. Müaviyə məsələsində bizim mövqeyimiz, bir mövzunu danışdıq da, yəni bu nə qədər, yəni mən bilməm, bizim əhlüsünnə qardaşlar da gəlib, məsələn, şiə mövzusunda eyni şeyi atırlar ortaya. Eyni şey. Muvahid qardaş aşağıdakıda mən özüm də qardaşlarımıza da deyirəm, özüm də məsələn çalışan bir rəayət edirəm. Bəzən olur biz də nəfsə uyuruq edirik. Amma görürəm ki, artıq o da təhqir var, söyüş var, həm kimsə alçadılırsa mən özüm çıxıram o yayından, qalmıram. İstəyir özüm bizə nisbət versin, istəyir sizə nisbət versin. Fərq etmir. Əgər şey varsa, yəni səmiyyət, bəli, buyurun qardaş. Sual verə bilərəm. Asim müəllim, bax İbn Teymiyyə bayaqki mövzu var idi. Siz dediniz 7 cür gəlib Cəbrail əleyhissalam. Bəli. Davam edə bilərik bu mövzuda, bir-iki dənə sualım var. Deyin. Burada ümumiyyətlə demək İbn Teymiyyənin məsələn üçün Məcmuəül Fətavada gətirir ki, çoxları zənn edir ki, 7 qiraət elə 7 hərfdir. Bu alimlərin ittifaqı ilə səhvdir. Yəni 7 qiraət sonradan seçilmişdir. Yəni burada məsələn üçün Qureyşdir, Huzeyldir, Təmimdir, Həvazindir və s. bunları gətirir. Deyir, oxunuş fərqləri, təkcə, müzəkkər, müənnəs, feilin zamanı, erab fərqləri. Bunu hətta Zərkəş gətirir Əl-Burhan fi Ulumul Quranda cild 1-də. Cəlaləddin Suyuti də gətirir Əl-İtqanda. Yəni ki, deyir ki, bu qəbilələrdə deyir, bir cür Quran gəlib, sadəcə ləhcə fərqləri sonradan ortaya çıxır. O hərfdə qalır. İbn Teymiyyə dediyi kimi qiraət ayrıdır. Bax da onu dedim də. Ümumiyyətlə qiraətlər, bildiyiniz qiraətlər, onlar hamısı Qureyş hərfinə qayıdır.
Bugün gördüyümüz qiraətlər yoxdur. Məsəl üçün bunu mutavatir qiraət məsəl üçün götürək də. Ümumiyyətlə şeydə Quran qiraətlərindəki tavatur hədislərdəki tavaturdan fərqlidir. Burada bir neçə orada şərtlər var. Birinci şərt nədir? Onun sənəd baxımından tavatur olması. İkincisi onun Osmanın cəm elədiyi Musafa onun şəklinə uyğun olması. Necə yazılıbsa, hərəkətsiz ona uyğun olması. Üçüncü şərt də ərəb dilinin mötəbər, indi ərəb dilində də şeylər var, axı, məzhəblər var da, küfəllər, bəsrəllər və digərləri. Yəni ərəb dilinin qaydalarından ən azı, yəni belə deyək də, mötəbər bir qayda uyğun olmalıdır qiraət. Bu mutavatir qiraətdir. Əhəd qiraətə gəlincə isə, burada yəni alimlər deyir ki, bir və ya iki yəni şərti ödəməzsə, aydındır, məsəl üçün Osmanın Musafın şəklinə uyğun gəlməzsə, onda bu əhəd qiraətidir və sənədində nə var? Mutavatir yoxdur, bu əhəd qiraətdir. Sözümün canı nədir burada, qardaş? Niyə Osmanın Musafının şəkli deyirlər? Çünki bu şeyindir, Qureyşin hərfinin üzündə yığılmış şeydir də, bildiniz? Yəni, artıq qiraətlər buradan götürülür. Ona görə hərflərə gəlincə isə, hərflər bayaq dediyim kimi, elə sən də oxudun, bu ləhcələrdir. Aydındır? Ləhcələrə gəlincə, ləhcələrdə indi Peyğəmbər sallallahu əleyhi və səlləm bunu oxuyubdur, öyrədibdir qiraətləri və qiraətlərdə də çoxlu olmuyor. Belə deyək ki, başdan ayağa. Müəyyən şeylər, müəyyən sözlər, müəyyən yerlərdə və bu hərflərin məsələsinə gəlincə, məsəl üçün, mən də araşdırmışam bu məsələni, Suyutun o vaxt oxuyanda araşdırmışam, bir dərin bir yerə gedib çıxa bilmirsən. Nəyə görə? Çünki orada artıq heç nə qalmayıbdır. Ümumiyyətlə, müəyyən rəvayətlərdə belə ididən başqa, o da çox az da, götürsən bəlkə 10-15 olar olmaz. Aydındır? Və bəzi alimlər də nə ediblər? Bəzi alimlər də deyirlər ki, hərflərdəki, o ləhcələrdəki bəzi sözlər bu şeyə yox, mutavatir qiraətə yox, məsələn, şaz qiraətlərə və əhəd qiraətlərə keçib. Aydındır? Budur, yəni Əhl-Sünnənin izahı budur. Asım müəllim, sizin də Ərəbistanda yaşamışsınız, oxumuşsunuz da, mən bilirəm, elm verirsiniz. Bu Taha sözü 63-də İnhazani qrammatika uyğundur, yoxsa İnhazayni dediniz ki, ərəb dilinə uyğun olmalıdır? İkisi də gəlibdir. İnhədəni və İnhədeyni. İkisi də uyğundur. Hətta bildiyim qədər bu iki qiraətin ikisi də gəlibdir. İkisi də mutavatirdir. Yəni hansı məsələn? Yəni ona görə də, hə? İkisi də qrammatika uyğundur. Bəli, ikisi də yəni dildə. Məsələn, mən orada təfsirdə baxdım, sünni təfsirlərində hansısa bir qəbilənin ləhcəsi də İnhazani deyir. O qəbilənin ləhcəsi Quranda nə gəzir məsələn? Yox, qardaş, bunu oxuyublar da, yəni mütəvər olaraq gəlib də, mutavatir gəlib də. İnhədəni, yəni gətdir. İnhazani, İnhədəni də var, İnhədəni də var. Yəni demdən şey deyim, mən... İnni də var, İnnahu da var, İnhazəni də var. İnhədəni də var, İnhədəni də var. İkisi də var, ikisi də mutavatir. Qoy bir dənə dəqiq baxım, qardaş. Ona görə deyirəm bu məsələləri. Bir dənə baxım deyərəm sənə, inşallah. Dəqiq baxım, qardaş. Taha surəsi 63-cü ayə. 20-ci surə 63-cü ayəsi. Ona baxacağım, inşallah. Məsələ bir sənədir. Sadəcə məsəl üçün İmam Nəvəvi Şərh-ü Müslimdə deyir ki, 7 qiraətin 7 hərf olması barədə heç bir səhih dəlil yoxdur. Yox, mən qiraətdən danışmıram mən. Hərf dedim axı neçə izah edirəm. Qiraət, yəni qiraətlər bir hərfə qayıdır, yəni Qureyş hərfinə. Ha, aydındır. Yəni bir hərf. Hərf deyəndə bir də bu sabit deyək. Bir ləhcə deyirsiniz, düzdürmü? Bəli. Yəni orada müxtəlif sözlər var. Mən də deyirəm ki, bizim bu məsələn Azərbaycan dilində, xüsusən saydığımızda ədəbi dildə dediyimiz kitabda məsələn Şəkin ləhcəsi nə gəzə bilər, Xaçmazın ləhcəsi nə gəzə bilər. Bu Taha surəsi 63-də də yazırlar ki, filan qəbilə öz neçə qəbilə adını çəkirlər, hərsi bir söz yazır. O qəbilənin ləhcəsi bu Qureyşin fussasında nə gəzir? Yox, o deyənlər var da, deyənlər də şahtarından deyirlər.
Aydındır. Mesela- Salam aleykum qardaşlar. O mövzuda yəni bir qəti olaraq yəni siz bu qiraət hərf məsələsi var, hərf məsələsi. Dedim axı orada bir çox şeylər var, görüşlər var da. Suyutinin meyl elədiyi ləhcədir. Bildiniz qardaş? Başa düşdüm. Mən onu anlamadım. Bax. Hacı. Gözəl qardaş. Bilirəm qardaş, bağışla bitirim çıxıram mən. Məsələn bu Osman bin Affanın, Ömər bin Xəttabın, Abu Bakr ibn Qavahni, Ali ibn Əbi Talib bu Qureyş ləhcəsindən düzdür? Bəli. Bunların yığdığı bu Quranda, cəm etdiyi Quranda, məsələn, Kənan qəbiləsinin sözü nə gəzir? Danışır. Qardaş, o qiraət deyənlər var, qiraət deyənlər var. O şeylər yoxdur. Qiraətdəki o bəzi sözləri dedim axı, onların bayaq da dedim də, izah elədim. Onların da müəyyən ləhcədən keçdiyini deyənlər alimlərin sözləri var. Amma yəni bu məsələdə ümumi görüş odur ki, qardaş, hərflər, bir hərflər 7-sindən 6-sı yandırılıb, bir hərf qalıbdır. Və o hərfin üzərində bu bildiyimiz o qiraətlər var, mütəvatirlər, şazlar, əhədlər. Onlar onun üzərində deyirlər. Bu yandırılıbsa günümüzə necə satır ayasın mənim bunlar? O günümüzə dedim də, günümüzə çox az, həddindən artıq çox az. Qiraətlər çatıbdır qardaş. Qiraətlər, yəni bu mütəvatirlər olsun, əhədlər olsun, şazlar olsun, bunlar sənədlə çatıbdır. Yəni sənədlə, mən oxunuşu demirəm, amma kitabəti deyirəm. Yəni mətnin özünü. Kitabətə gəlincə isə, kitabətə o hərflərin yoxdur, əhrufun, o həmin o 7 ləhcə yoxdur, 6-sı. Onların cəmi 1-2 dənə fraqmentindən başqa qalan heç nə çatmıyordu qardaş. Yəni çox yox, az. ayaqsı mən belə deyil də. Bax mən sizə bir dənə proqram şəkli ataram direkt özə. Pinamarketdə necə idi o adı Zülfüqar proqramı? O şeydir. O qiraətlərlə hərfləri qarışdırırsınız qardaş. Hərf ayrıdır, qiraət. Yox, mən qiraəti demirəm də, kitabəti deyirəm ay müəllim. Mən oxunuş tərzini demirəm. Məsələn, arciləkum, arcilikumu demirəm. Hətta kəsrəni demirəm müəllim. Mən hərfdən danışıram. Məsələn ki, bir də misal verim. Məsələn, yaxfuru, məsələn, nəxfuru. Bu hərfdir də, bu kitabət. Bu şeydir də, bu şeydədir, qiraətdəkilərdir qardaş. Bu kitabətdə hərf fərqlidir. Qardaş, bəs qiraət nədir? Qiraət mütəvatir tərifə nədir? Bu aslında qardaş, səbir ol da qardaş, səbir ol. Qiraət, mütəvatir qiraət nədir? Birincisi sənədi mütəvatir. İkincisi Osmanın hərfinə, Osmanın kitabəsinə yoxdur. Kitabəsinin zahirinə uyğun gələn, hərəkəsiz. Aydındır? Bunu anladıq da. Mən də dedim ki, hərəkəni qoyduq, yığışdırdıq, qoyduq. Amma ləhcə məsələsinə gəlincə, ləhcə məsələsində qardaş, sözlərin formasında fərq oldu. Kitabədə tam uyğun olmuyorlar. Başa düşdün? Məsələn, bu qulla qalə, bu ləhcədir, yoxsa oxunuşdur? Bu qaləni bilmirəm qardaş, onu bilmirəm, yalan deyərəm, bilmirəm o. Həmin o Zülfüqar hansı ayə idi bayaqla? Ənbiya surəsi? Ənbiya surəsi 4-cü ayə. Həfsin Quranında qalədir, Vərşin Quranında quldur. Yox qardaş, bu şeydir də, bunlar Zuhruf surəsində birində deyir ibadu, birində deyir ində. Bunlar qardaş şeylərdir, qiraətlərdir qardaş. Qiraətlər. Mən Bu qiraətdir, yaxı mənim bu hərfdir. İbaduhuna indahu. Gör nə qədər ayrı kəlmə və ayrı məna. Qardaş, qulaq as da, o qiraətlərdən də, qiraətlərdə. Osmanın şəklinə ümumən uyğun gələndir. Və bunun əhəd qiraətləri də var. Əhəd qiraətlər də yenə Mən bu harası oxşa gəlir. İbaduhuna. Mübahisə üçün demirəm. Asmən biz də dinli müzakirə edirik, gözəl şəkildə müzakirə edirik də. Yox, müzakirə məsələ deyil də. Mən bu mərhələdə Suyutinin rəyinə təqlid edirəm qardaş. Bu qədər yəni. Bu yəni bu şey deyil ya. Burada mən özümü istihad əhli kimi göstərim. Suyutun rəyidir. Yox, mən demək istəyirəm. Sadəcə soruşuram sizdən ki, yəni özünüz ayırın. Bax, ibaduhu hara, indahu hara. Nə mənaca eynidir? Yəqin ki, şeydə bu əhəd qiraətidir. Bunda əhəd qiraətdir bu. Mütəvatir deyil. Əhəd qiraət. Əhəd deyil, 7 səhihdən biridir. Bilmirəm də qardaş. O inşallah Bəxtiyar qardaşı görəndə soruşarsan, o mütəxəssisdir. Mən sənə hərflə qiraətin fərqi. Mən o məsələni artıq o məsələdə təqlid edirəm Suyutini. Hərflə qiraətin fərqi budur Suyutiyə görə. Hədə Seyid yazdı da, bax, bizim bugün səhih qiraətlərimizdə Saffat surəsi 130-cu ayədə Salamun alə var, salamun alə ali Yasin də var.
bir də üzr istəyirəm. Bax Asim müəllim, o sizə indi sualı indi Zülfüqara verirəm. O da ərəb dilini bilir. Yəni gözəl şəkildə. Zülfüqar bir dənə zəhmət olmasa səsi aç. Mən onda düşüm siz Zülfüqarla davam eləyin. Yox, siz qalın da Asim. Yox, mən bu adamla canlı istəmirəm. Yox, sizlə danışmır Asim. Düşürsüz. Müəllim, mən bir dənə sualım var deyə, nə olar? Bir dənə üzr istəyirəm. Üzr istəyirəm. Asım müəllim düşürsüzsə bir dənə də qardaşlar xahiş elədi. Vaxtınız olsa əgər, marağınız olsa, Buxarıda kitab-ı təfsirdə Leyl surəsinə bir dənə baxarsınız. Orada da məsələn o sahabə deyir ki, mən Rasulullahın ağzından söz bu cür oxudum, amma bunlar Şamlılar mənə məcbur idi ki, belə oxu. Və bugün bizim əlimizdə oxunanda Şamlıların dediyi kimidir. Sahabənin Peyğəmbərdən eşitdiyi kimi deyil. Yəni sən kəlməsi yoxdur. Yəni mən siz bu söhbəti yəni hara aparsınız qardaş? Yox, biz bu hədisləri atırıq, Qur'anı atmırıq, hədisləri tulluyuq. Bilmirəm, o hədisləri atırsınız, tamam o hədisləri. Yəni o hədislərə, yəni belə deyək də qardaş. Hədislərə yəqin ki şərh var da. Aydındır, səhabə xəta eləyə bilər, ən azı xəta eləyə bilər. Hədisin misal üçün də o hədisin üzərində Əhl-Sünnənin Quran barəsində etiqadı var yoxsa yox? Nədir? Yox, biz bilirik də Sünnət təhrif rədd edir. Əlbəttə, su qutarı getirən o sahabənin sözü, yəni hədislərə gəlməyinə baxmayaraq bizdə də məsələn ustadlarımız elə öyrədir ki, ya təvilə yeri varsa təvil edin, yoxsa rədd edin. Və bizdə Olan sualımı vereyim. Hədisin sənədi, yəni səhihdir, aydındır. Amma sahabənin sözü, misal üçün də bir sahabədən bir qol rəvayət olunur, aydındır. Ola bilsin ki, yəni indi belə deyək də, sahabənin öz sözüdür, aydındır, məvqufdur, onda diyanıqdır. Sənəd səhihdir, aydındır. Amma lakin sahabənin sözü əgər digərlərinə müxalifdirsə, onu götürmür qardaş, yəni bu qədər. Amma deyək ki, hədis zəifdir, demirik hədis zəifdir. Yəni. Bir də vaxtınız olsa baxarsınız da, Buxari təfsir kitabı Leyl surəsi, görün məsələn, orada 2-3 dənə hədis nəql olunur. Və çox əcibdir ki, sahabə and içir ki, and olsun Allaha deyir. Vallahi, mən Rasulullahın dodağından belə işitdim. Orada başqa şeylər də var. Mesela İbn Məsudun, yəni Abu Darda məsələn, sahabələrdən başqa şey. Mesela İbn Məsud, onun da misal üçün də, ondan da nəql olunur ki, misal üçün 3 dənə müavizat yoxdur. Qul əudu bir qul huvallahu əhəd. Ondan sonra 2-dən 3 dənəsi. Bunlar deyir ki, 2 dənəsi yox idi deyir ki, Musafda. Yəni bu söz yəni Abdullah ibn Məsudda lap dəhşətizmdir. Orada girsək məsələn, onda onun izahı var da. Suyuti izah eləyir. Suyuti deyir ki, siz bir ayə oxudunuz, məsələn, Fəth surəsi 29-cu ayə, Peyğəmbərlə birlikdə olanlar. Orada İbn Məsuddan gələndə Həzrət Əlinin adını gətirir. Sonra Ali İmran surəsi 30-cu ayədə Ali Muhammədi gətirir. Ondan sonra Seydə Qədr surəsində o Əl-İmran surəsindəki mən bildiyim qədər o səhih deyil həmin məsələ. Onu misal üçün mən şiə mənbələrinə eşitmişəm. Amma ən azı bir dənə Buxarı kitabına baxarsan, səhihdə bir neçə hədis gəlir. Yəni o sahabələrin o cür sözü, yəni belə deyək də, icmaya müxalifdirsə, yəni o götürülmür qardaş. Abu Darda da mən bilən sizdə şeydir də, üstün sahabələr və Quran bilicilərindəndir. Mən bilən sizdə hədis var ki, Resul-i Əkrəm deyir ki, bir neçə nəfərdən Quran öyrənin, onlardan biri Abu Dardadır. Var qardaş, var. Abu Darda da deyir ki, mən and olsun Allaha, Resulullahdan belə işitdim, bunlar mənə məcbur edir ki, sən belədir. İndi o sahabə, baxaram, Buxardadır həmin hədis. Həmin şeydədir. Nə deyir Abu Darda? Deyir ki, mən Resulullahdan belə işitdim, and içirizdə. Amma mən məcbur ilə ki, sən belə oxuyun ayəni. Yaxşı, baxaram ona inşallah. Asim müəllim, bir dənə sualım vardı, siz getməmişdən əvvəl. Soruşmaq istəyirdim. Asim müəllim, siz ərəb dilini gözəl bilirsiniz. Qulibət sözündən qələbət sözü fərqi nədir? Necə? Qulibət? Qulibət və qələbət, bəli. Rum surəsi. Qələbət. Qulbət Rum deyəndə məğlub edildilər. Bəli, bəs qələbət Rum isə qələbət Rum artıq Rum qələbə qazandı. Bu mənada hansı həqiqətdir? Bu mənada dəyişdirir ya yox? Yoxsa məğlub olmuşdu?
Rumlular əvvəldə məğlub olurlar. Bilməm, o qiraətdə gəlib, o bilməm o qədər. Qiraətdə gəlib. Hər ikisini də Mənanı dəyişdirir. Mənanı dəyişdirir, bəs nə? Bəs onda niyə 2 dənə qiraət var? Yəni o Hansını götürək? qiraətlər zaten qardaş, qiraətlərin mənanın dəyişməsi mötəbərdir. Məsəl üçün Məlik Yevmiddin. İkisi də yəni şeydir. Bəs bunların hansını götürək? Əgər Qəlbə çaldılar, yoxsa? təfsir elmində, qavaid təfsirdə belə bir şey var ki, əgər bunların məsələn bəzi alimlər deyirlər tərcih, lakin əsas qayda odur ki, bir çoxu gətirir onu. Əsas qayda odur ki, əgər bunların ikisi də doğru olarsa, onda ikisi də 2 dənə müxtəlif ayənin misalındadırlar. Aydındır? 2 ayə müxtəlif ayə kimidirlər. İkisini də götürürük, aydındır? Amma yox, əgər müxaliflikləri olarsa, onda tərcih edibdir alimlərin bir çoxu. Siz tarixdən ya təfsirdən hansını bilirsiniz? Rumlar qalib olmuşdu, məğlub olmuşdu. Rumlar əvvəldə nə edirlər? Məğlub olurlar. Bir dəfə qalib olurlar, bir dəfə məğlub. Məğlub olurlar. Onda ikisini bir yerə cəm edə bilərik ki, yox, bir ayın ikisini ona baxam da qardaş, ona baxam. Yəni mən oradan gərək baxam təfsirə deyəm də. Yəni çünki fikirləşəm Qulbətrum. Heç nə, sizi yormayın. Üzrstəm necə idi? Ailə Qulbətrum fi ədnil ardı hum min ba'di qalibihim seyaglibun. Fi bid'a sinin. Yəni orada ayədən nə deyir ki, Qulbətrum Rumlar məğlub oldu. Ən aşağı yerdə fi adnil ard. Ondan sonra deyir ki, və hum min ba'di qalibihim seyaglibun deyir. Bu yəni şeydən sonra qalib gələcəklər. Aydındır? Fi bid'a sinin bir neçə ildən sonra. Hətta misal üçün təfsirində gəlib ki, Abu Bakr radiyallahu anhu bir nəfərlə mücahidə edir orada, bəhs edir. Deyir ki, 5 il Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, get artır o şeyi. Ondan sonra 10 ilə qaldır da. Və ondan sonra da 10 ildən sonra təqribən doğrudan da Rum nə edir? Qayıdır, gəlir, Farsı məğlub edir və çox orada maraqlı bir yəni əhvalat gəlir. İbn Kəsirin təfsirində keçir ki, necə Allah Rasulullahın dövründə olub, Rasulullahdan sonra olub bu. Rasulullah sallallahu əleyhi və səlləm dövründə olubdur bu. Peyğəmbər Bu şəxs qiraətində gəlir, yoxsa hansı qiraətdə gəlir? Mən o qardaş o iki qiraəti bilmirəm. Gərək ona baxam. Yəni sən dediyin məsələ bəzən eşitmiş ki, Rasulullahdan sonra da gələcəkdən xəbər verilməsidir. Ya orada bilsən necədir? Yox, Rasulullahın dövründə olur. Bilsən niyə? Orada şey nədədir? Möcüzəsi gələcəkdən xəbər verməsi. Çünki Farsda dəhşət dağıdır bunları, mühasirəyə alır. Yerlə yeksan edir. İbn Kəsir gətirir deyir ki, o qədər yəni biabırçı bir məğlubiyyət olur ki, yəni Rumda. Yəni onun sonradan qələbə qazanmasını ancaq Allah Subhanahu qeybdən deyə bilər. Ona görə də Məkkə başa düşdüm, amma sualım bu müsəlmanların sevinci şeydə idi, düzdürmü? Rumluların üstündə. Çünki onlar əhli kitab idi. Bəli. Məkkə müşrikləri də şeyi dəstəkləyirdilər. Yəni kimi məcusləri. Dedilər siz hansı necə? Siz hansı qiraətini təqlid edirsiniz? Hansına daha çox meyillisiniz? Bizə şeylər vermişdi. Yəni həmçinin təfsirdə oxumuşam. Mən məsəl üçün bizdə şeyi oxumuşuq belə, adı nədir? Yəni Asim qiraətində o cürdə yəni öyrədilmişik. Təfsirdə o cür keçmişəm Xalid Səblə. Sadəcə qiraətləri başlamışdıq, sonra şeyxin səhhətindən yarıya qədər belə getdik, sonra dayandırdıq. Yəni şeyxin səhhətində problemlər çıxdı, dayandırdıq. Amma belə əsas Asim qiraətində, yəni bizdə yayılmış qiraət. Allah razı olsun. Çox sağ olun cavaba görə. Amma yəni dediyin maraqlı sualdır. İnşallah baxaram, özümə də maraqlı gəldi. Çox sağ ol. Çox sağ ol. Yaxşı qardaşlar, mən icazə mən dediyim bir dənə qeyd edə, bir də rastlaşsam, Leyl surəsi Əbu Darda, düzdür? Bəli. Ha, inşallah qeyd eləmişəm. Oldu, sağ olun. Salamat qalın. Gecəniz xeyrə qarşı. Sağ olun qardaşlar. Xeyrə qarşı. Tamam. Zülfiqar müəllim, sizin çözüldü. Blokunuz danışın indi. Lazım mənim çıxır. Biraz salam da Zülfiqar, bayaqki sualı sənə ünvanlandırsam, qardaş, cevablaya bilərsən. 7 hərf məsələsi. Problem yoxdur. Bayaq eşitdin də, yəni sualı verdim. İndi buyur. Yox, bir də təkrar elə sualı dəqiqləşdirin. Bu bizdə 7 hərf məsələsi, Quran 7 hərf üzərində nazil olmuşdu məsələsi və 7 qiraət. İbn Teymiyyə deyir ki, kim desə ki 7 hərf, qoy bir də oxuyum. Açımdan kitabımdan səbirli ol.
Mənə görə o təhrifdir. Quran təhrif olmağına etiqaddır. Bax, Zülfüqar, Məcmuəül Fətavada İbn Teymiyyə gətirir ki, çoxları zənn edir ki, 7 qiraət elə 7 hərfdir. Alimlərin ittifaqı ilə səhvdir. 7 qiraət sonradan seçilmişdir. İmam Nəvəvi Şərh-ü Müslimdə gətirir, deyir ki, 7 qiraətin 7 hərf olması barədə heç bir səhih dəlil yoxdur. Buyur. Təbii ki, bunlar təsəvvür edin ki, 20 neçədən qiraət mən bilirdim, oxumuşdum da, indi o vaxtında heç birinin adını heç 7-sini tappa-tap əzbər deyənmərəm sənə. 4-5 dən məşhuru var da, Nafidir. 26 dənəsi məndə var, Zülfüqar, 26 dənəsi məndə var. Təsəvvür et, 20 neçədən qiraət mən bilirdim. Bunlar o düz deyir, İbn Teymiyyə düz deyir. Bu sonradan minib şeyə, qüvvəyə. Nədir onun adı? Bu sonradan minib olub 7 dənə. Yavaş-yavaş azaldıblar, 15-ə salmışdılar birinci. Mən Zülfüqar, mən bir səni anlamadım. Əgər Allah 7 dənə göndəribsə, bəndənin nə ixtiyarı var, yığışdırsın, birini saxlasın. Hə. Allahın vəhinə müdaxilədir. Bunu mən ilk dəfə eşitdim. Yəni burada belə bir cavabı ki, hə. Allah 7 dənə göndərib, Cəbrail 7 dənə gəlib, Osman bin Əffan necə deyim, tabiri caiz olsun, xətirlərini dəyməsən. Bu qədər mi Allahdan elmli oldu, yığışdırdı, bir dənəsi saxladı. Sanki Allah insanları ixtilafa salmışdı, Osman ixtilafdan çıxartdı. O bir qırağa, üzr istəyirəm. Və yaxud da ki, əksinə deyək ki, bir dənə Cibril əleyhissalam gətirib, bunlar ilə boyu 7 dənə, 10 dənə, 26 dənə, 25 dənə. Bir dənə də bir məsələndə deyim, Allah şahiddir ki, məni tanıyanlar bilir burada, mən ədəbsiz insan deyiləm. Başa düşürsə, heç kimə qarşı da ki, ədəbsizlik eləməmişəm. Nə ona qarşı, nə də ki bir şey. Prosta məlum canlıda ki, mənim Allah şahidli xəbərim yoxdur ya. Həmin canlını paylaşdılar, biraz rəzil fason oldular. Ondan sonra mənimlə söhbət eləmək istəmirlər. Nəysə. O özləri bilərlər, şəxsi qəmi üçün. Yəni heç bir söz deyənmərəm, mənim haqqım yoxdur. Adam söhbət eləmək istəmir, zorla deməyəcəm ki, söhbət elə. Prosta o qalxdım ki, o durdu, dedi ki, bəs iradım bundaydı ki, adı nədir? Deyir, hərf deyir, şeydir, qirayətdir, nə bilim nə. Hərf qirayət deyil, axı bu kitabətdir. Yəni sən hərfi dəyişirsənsə, o artıq qirayət deyil. Qirayət sən oxunuşundur. Adına bax sən, qiraət, qara'ən, oxumaq. Yəni sən oxunuşu dəyişirsənsə, o qirayətdir. Tamam, bir şeyimiz yoxdur, problemimiz yoxdur. Məna dəyişə bilər. Qirayət zamanı məna da dəyişə bilər. Onu da qəbul edirik. Problem yoxdur. Nətər problem yoxdur? Normal bir şeydir də, biz buna qirayət deyirik. Amma sən yazını dəyişirsən, mətni dəyişirsən və adını da qirayət qoymusansa, bu qirayət deyil. Bu mətnin təhrifidir. Sən bu gün bunu desən ki, mənim Quranın təhrifinə etiqadım yoxdur. Təhrif yəni nə? Dəyişdirilməsinə. Sən onda 7 dənə Quranı tərk eləməlisən. Birini götür. Denən ki, qardaş, mənim qəbul elədiyim bu Quran, Həfsin Quranı, nə bilim, Vərşin Quranı. Çünki bu Quranların arasında kifayət qədər ixtilaf var. Və sən bunların 7-sini də qəbul eləməklə əslində sənin 7 dənə Qurana imanın var. Məsələ budur. Məsələ burasındadır ki, ayələrin sayı artır. Yəni ayələrin sayı qalsın. Hər şey bir qırağa, qardaş. Allah bu ayədə deyir İbadur Rahman, bir ayədə deyir İndər Rahman, bir ayədə deyir Qul, bir ayədə deyir Qalə. Yəni mənanı dəyişirsən sən. Burada ihtiyac atmaqla deyir ki, Ay Zülfüqar müəllim, bu axı öz kitablarındadır, sabitdir bu. Yəni nəyi demək istəyirəm, qardaş? Yəni bu nə qədər müdafiə... Buna qiraət deməklə, bunu ötürü bastırmaq demək deyil, qardaş. Əlbəttə ki, söhbət budur da. Söhbət budur ki, bu Quran təhrifidir. Buna sən qiraət adı verməklə, yox, mən Quran təhrifinə etiqad eləmirəm, bu qiraətdir. Bu qiraət deyil axı. Bu təhrifdir. Quranı dəyişdirmədir. 7 cür Quran olur. Bax Zülfüqar, Bahəddin də yazıb, təsəvvür elə Cəbrail əleyhissalam 7 dənə Quran gətirir və 6-sı yanır, biri qalır. Kimin ixtiyarı var ümumiyyətlə Cəbrail əleyhissalamın Allah Rəsulu sallallahu aleyhi və aleyhin etmədiyi bir şey etməyə? Bir də Həsən qəşəng bir sözdür. Dedi ki, Osman ixtilaf olmasını yığışdırırdı. Yəni Allah ixtilafı salmışdı, Osman yığışdırdı, bir ixtilafı, ittifaqı gətirdi. Bir problem də buradan çıxır. Yoxdur ki, Cibril əleyhissalam gəlib Peyğəmbər Qureyşdəndir, ona Təmim qəbiləsinin ləhcəsinə niyə aya gətirsin? Hadi. Neysə. Yəni
Çox sadə, rahat, Bu məntiqli. açıq suallardır, amma cavab tatmin eləmir. Cavab yoxdur qardaş. Sadəcə biraz heç buna ərəb dili də lazım deyil. Sən bir damcı ərəb dilindən bilsən, bir damcı